Hörmətli izləyicilər, xoş gördük sizləri. Axşamınız xeyir olsun. Ümid edirəm hər kəs işdən evə gəlib, bir stəkan yorğunluq çayını götürüb və bizimlə bir yerdə maraqlı olan tərəflər bizimlə bir yerdə Azərbaycan dili təkmilləşdirilmiş fən kurikulunun müzakirəsində iştirak edir. Təkrar xoş gördük sizləri. Artıq bu ikinci webinarda eyni mövzuda davam edirik və silsilə xarakterli davam edəcək. Sizlərə də məlum olduğu kimi bir neçə ildir ki, ölkəmizdə fən kurikulumlarının təkmilləşdirilməsi prosesinə başlanılıb və 2024-cü ildə 5 fən, 2025-ci ildə isə 5 fən kurikulumu təkmilləşdirilərək təsdiqlənib və artıq onlar uyğun siniflərdə istifadədədir. Azərbaycan dili tədris dili kimi fən kurikulumu da bu yaxınlarda Cənab Nazir tərəfindən təsdiqlənib və biz artıq onun bəzi məzmun xətləri üzrə müzakirələr və yaxud onların hansı yolla tətbiq olunmalıdır, izahları necədir, bu haqda görüşləri davam etdiririk. Bu dəfəki mövzumuz yazı məzmun xətti üzrə standartlar və onların izahı, tətbiqi yollarıdır. Məruzəçilərimiz, yəni qonaqlarımız isə Aynur xanım Rüstəmova, Abşeron Xızı Regional Təhsil İdarəsinin müdir müavini və Günel xanım Hüseynova, Kaspia Liseyinin Azərbaycan dili və ədəbiyyat müəllimi. Həmçinin bizim qonaqlarımız Azərbaycan dili fən kurikulumunun təkmilləşdirilməsi prosesindəki işçi qrupunun üzvləridir. Aynur xanım, xoş gəldiniz. Günel xanım, xoş gəldiniz. Çox sağ olun. Biz də xoş gördük. Xoş gördük sizləri və izləyiciləri. Təşəkkür edirik dəvətə görə. Mən təşəkkür edirəm. Vaxtınızı ayırıb bizimlə bu müzakirədə vacib məqamların izahında iştirak edirsiniz. Mən sözü sizə vermək istəyirəm. Aynur xanım, zəhmət olmasa yazı məzmun xətti fən kurikulumunda hansı standartlarla verilib? Biz bunları necə tətbiq edə bilərik? Standartlar kifayət qədər müəllimlərimiz üçün aydındırmı? Ümumiyyətlə, yeni fən kurikulumunun əvvəlki kurikulumla oxşar və fərqli cəhətləri məhz yazı məzmun xətti üzrə. Zəhmət olmasa bu haqda bizi məlumatlandırın. Çox sağ olun, təşəkkür edirəm. Ümumiyyətlə, bu cür webinarların təşkil olunmasına görə öncə sizə təşəkkür etmək istəyirəm. Çünki insanların, müəllimlərin, rəhbərçilərin bu sahədə maarifləndirilməsi tədrisin keyfiyyətinin artırılmasına xidmət edir. Təkmilləşdirilmiş Azərbaycan dili fən kurikulumunda beynəlxalq standartlardan necə istifadə olunub, necə istinad olunub, bu barədə danışmayacağım. Ona görə ki, əvvəlki webinarda Rafiq müəllim və Günel xan bu barədə ətraflı danışıblar. Sadəcə məzmun xəttləri haqqında danışmaq istərdim ki, mən ekranı idarə edə bilsəm, yaxşı olacaq. Deməli, bir dəqiqə, çox üzr istəyirəm. Dəyişməlidir, amma dəyişdi. Azərbaycan dilinin məzmun, ümumiyyətlə Azərbaycan dili və yaxud da istər hər hansı bir xarici dil olsun, ümumiyyətlə dil ən əsas ünsiyyət bacarıqlarını, nitq bacarıqlarını formalaşdırır və buna xidmət edir. Burada bütün fəaliyyət insanlarda, şagirdlərdə kompetensiyaların formalaşdırılmasına xidmət edir. Çünki nitq bacarıqları elə bir bacarıqdır ki, yəni bunsuz insan nə həyatda heç öz fikrini ifadə edə bilməz, istər peşəkar həyatda, istər şəxsi həyatında, istər digər fənlərdə, öyrənmədə və s. Ona görə də dillər, yəni dil fənləri ünsiyyət bacarıqlarının üzərindən qurulur. Xüsusən də biz tədris dilindən danışarkən, ona görə də burada əsas 4 nitq bacarığı üzərindən dinləyib anlama, danışma, oxuyub anlama və yazı üzərindən sənəd tərtib olunmuşdur və üstəgəl əlavə olaraq dil qaydaları bura əlavə edilir həmişəki kimi. O nöqteyi nəzərdən ki, dil qaydalarının da bütün nitq bacarıqlarında onun içində əridərək, yəni öyrədilməsi nəzərdə tutulur. Nitq bacarıqlarından danışarkən dinləmə və oxu informasiyanın pasiv şəkildə qəbul edilməsidir, bu reseptiv nitqdir. Biz informasiyanı ya şifahi şəkildə ya da yazılı şəkildə qəbul edirik. Yəni kimsə danışır, biz dinləyirik, informasiya qəbul edirik və yazılı mətni, yazılı informasiyanı oxuyuruq, biz informasiyanı yazılı şəkildə qəbul edirik. Ekspresiv nitq isə biz
informasiyanı ötürməyə xidmət edir. Bu da şifahi və yazılı formada olur, danışaraq və ya yazaraq. Bütün bu proseslər hamısı bir-biri ilə çox əlaqəlidir. Biz insanın dinləyib anladığını ya danışaraq, ya yazaraq və yaxud oxuyub anladığını da həmçinin ya danışaraq, ya yazaraq fikrini ifadə edəndə bilirik ki, insan informasiyanı doğru qəbul edib, yoxsa doğru qəbul etməyib. Və bütün məzmun standartlarında da fəaliyyət məhz bunun üzərində qurulub ki, şagirdlərin gələcək həyatlarında onlar üçün vacib olan bu nitq bacarıqları formalaşdırılsın. Əvvəlki kurikulumlardan fərqli olaraq burada daha çox bacarıqlar, məsəl üçün nəticə çıxartma, qərar qəbul etmə, eyni zamanda tənqidi təfəkkür, tənqidi yanaşma, yaradıcı yanaşma, bu kimi fəaliyyətlər öz əksini tapıb. Amma əgər biz dəqiq yazı məzmun xəttinə əgər yönəlsək, yazı məzmun xətti də hansı fərqlərlə verilir, bu barədə birazdan danışacağıq. Ekranda gördüyümüz bu üçbucaq bayaq mənim qeyd etdiyim məsələni özündə ehtiva edən bir məsələdir. Fənn kurikulumunda 4 əsas məzmun xətti yenə də əvvəlki kimi öz əksini tapır. Dinləyib anlama, danışma, oxu, yazı və dil qaydaları. Niyə görə dil qaydaları bu üçbucağın içində yerləşdirilib? Yəqin ki, bu artıq hamıya aydındır, sadəcə qeyd edək. Dil qaydaları şagirdin sadəcə dil qaydasını bilmək xətrinə öyrədilən qaydalar deyil. Bunu artıq hamımız bilirik. İstəyir şifahi nitqimizdə, istəyir yazılı nitqimizdə, istəyir oxuyub anlamada bunların hamısı dil qaydalarının düzgün tətbiq olunması əsas məsələlərdən biridir. Yəni insanın savadlı nitqi, onun savadlı yazısı və savadlı şifahi nitqi ilə mütləq şəkildə müşahidə olunmalıdır ki, bu da dil qaydalarının içində olmalıdır. Bununla da biz demək istəyirik ki, dil qaydası əlahiddə öyrədilməməlidir. Dil qaydası yazı ilə və danışma ilə mütləq şəkildə onun içində əridilərək burada qaydanı öyrədirik, orada isə biz onun tətbiqini ölçürük, bu şəkildə öyrədilməlidir. İndi isə gəlin biz yazı məzmun xəttinə baxaq. Bu ümumiyyətlə sizin ekranda gördüyünüz belə deyək də bütövlükdə hansı fərqlər varsa kurikulumda, standartlarda, əsas standartların sayında, alt standartların sayında bu sırf statistik bir bölgüdür. Bəlkə də bu slayd tanışdır, çünki biz birinci dəfədə təqdim edəndə bu slayda istinad etmişdik. Və yazı məzmun xəttinə əgər baxsaq, digərlərini müşahidə edirlər deyə biz yazıdan danışaq. 2013-cü ilin sənədində əsas standart 1 idi, alt standartların sayı 4 idi. 2025-ci ilin standartlarında isə say olaraq söhbət statistik göstəricidən gedirsə, 2 əsas standartımız, 6 isə alt standartımız var. Burada əsas məsələ bizim bu əsas və alt standartda nəyi özündə ehtiva edir, nə üçün bu cür bölünüb, bunun belə deyim, izahıdır. 2013-cü ildə bir ümumi əsas standartımız var idi, rabitəli yazı vərdişlərinə yiyələndiyini nümayiş etdirir. Və bütün tələblər, yəni hansı istiqamətlər, hansı fəaliyyətlər olmalıdırsa, hamısı bu əsas standartın altında öz əksini tapırdı və cəmi bayaq qeyd etdim 4 alt standartda hamısı bir yerdə əks olunurdu. 2025-ci ildə isə 2 əsas standart verilib. Əgər baxsaq, yəni baxanda görünür ki, məqsəd burada nədən ibarətdir? Yazı normaları, bu çox vacib məsələdir. Bayaq bizim dediyimiz məsələ dil qaydalarına yazıda riayət etmək, mətni düzgün struktur olaraq düzgün tərtib etmək, eyni zamanda dil qaydalarına burada riayət etmək, müxtəlif normalara riayət etmək. Bu istiqamətdə yəni iş gedir. 2, yəni ikinci əsas standartda isə yazısı düzgün olsun deyə. Bu yazının düzgünlüyünə xidmət edir, struktur olaraq. Yazının tamamilə doğrudur. Yazının düzgünlüyünə xidmət edir. İkinci əsas standart isə yazının məqsədləri və tipləridir. Biz hamımız bilirik ki,
fərqi yoxdur. İstəyir şifahi nitq, yazılı nitq, o hər hansı bir məqsədə xidmət edir. Və biz əvvəlcə məqsədimizi müəyyənləşdirib, ondan sonra öz nitq formamızı müəyyənləşdiririk. Məsələn, biz məqsədimiz sadəcə informasiya ötürməkdirsə, şifahidə biz məruzə edirik. Əgər bizim məqsədimiz hər hansı bir dialoqa girməkdirsə, onda biz nitqimizi fərqli qururuq. Suallar veririk, insanlara cavab verməyə sövq edirik və s. Bundan asılı olaraq, yəni məqsəddən asılı olaraq yazının da tipi və forması dəyişir. Birincidə gördüyünüz kimi yazının savadlı yazı olmasına, ikincinin isə onun düzgün ifadə olunmasına, bəli, yönələn bir belə deyim, əsas standartlar verilmişdir. İndi onlarla bağlı hansı alt standartlar var, o barədə də danışacağıq. Bayaqdan dediyimiz, biz kim deyirdik, dil qaydaları yazının savadlı olmasına xidmət edir. Bax, məhz dil qaydalarının inteqrasiyası həmin bu alt standartda öz əksini tapır. Kontekstdə öyrədilməzsə, Aynur xanım, bu söz düzgün yazılır, yazılışı belədir, defisləmi yazır, bitişik yazır. Şagird bunları tək-tək söz öyrənsə, bu qaydaları bilsə, əgər hardasa ifadə etməyəcəksə yazılı, o onun heç öyrənməyinə ehtiyac da olmur. Nəyinə lazımdır yəni bu öyrəndiyi? Bəli. Ümumiyyətlə, şagirdin öyrəndiyi o vaxt səmərəli olur ki, o nəyi nə üçün öyrəndiyini anlayır. Öyrənmədə bu çox vacib məsələdir. Biz şagirdə hər hansı bir qaydanı, hər hansı bir sizin sözünüzə qüvvət, orfoqrafik savadlı yazını və s. biz onu əlahiddə, yəni kontekstdən kənar öyrədəndə, istifadədən kənar öyrədəndə və yaxud sadəcə dil qaydası kimi, bu belə olmalıdır kimi öyrədəndə, şagirdlərin o öyrənməsi səmərəsiz olur. Bəli, ola bilər ki, şagird sözü düzgün orfoqrafik cəhətdən yazmağı öyrənir, amma onu istifadə etmədikcə və yaxud da ki, bunun faydasını bilmədikcə, bu bir müddətdən sonra unudula da bilər. Şagird buna lazımsız bir informasiya kimi baxa bilər. Yəni, buna görə də mütləq kontekstdə bunun işlədilməsi, biz indi orfoqrafiyanı bir nümunə kimi çəkirik, amma bütün normalar, sözün düzgün yerində işlənməsi, cümlənin düzgün qurulması, hətta yazıda fikri çatdırmaq üçün cümlənin strukturunun da çox düzgün qurulması çox vacib məsələdir. Elə informasiya var ki, onu qısa cümlələrlə ötürmək səmərəlidir. Elə informasiya var ki, onu uzun cümlə ilə vermək lazımdır. Daha mürəkkəb strukturlu cümlə formasında vermək səmərəlidir. Bu nöqteyi nəzərdən, yəni bunların hamısını şagirdə öyrətmək və bunu harda istifadə edəcəyini mütləq ona göstərmək və izah etmək lazımdır. Bu nöqteyi nəzərdən də 7-3-1 standartı, biz indi bu haqqında biraz da ətraflı danışacağıq. O nöqteyi nəzərdən şagirdlərdə bu bacarını inkişaf etdirmək çox kömək edir. Yazı normalarında əsas 3 prinsip əsas götürülüb. Yəni birinci əsas standartda orfoqrafiya, punktuasiya və qrammatika. Ümumiyyətlə bu 3 istiqamət olmasa, yazının heç bir savadlılığı, insanın savadlı olmasını göstərən yazıda mətnin strukturu, informasiyanın çatdırılmasından əlavə həm də bu amillərdir. Yəni, ola bilər ki, mətn çox məna tutumu baxımından çox yaxşı olsun, çox yaxşı informasiyanı ötürsün. Amma əgər biz onu orfoqrafik cəhətdən səhvlərimiz həddən artıq çoxdursa və punktuasiyadan ümumiyyətlə düzgün istifadə etmiriksə, biz informasiyanı yazılı şəkildə çatdırmağa, düzgün çatdırmaqda çətinlik çəkərik. Qrammatik cəhətdən cümlələrimizi səhv necə gəldi qurmuşuqsa, yəni bizə düşünürük ki, danışdığımız kimi yazmışıqsa, belə deyək, şifahi nitqlə yazılı nitq bu nöqtədə fərqlənir ki, hamımız bunu bilirik ki, şifahi nitqi jest, sonra mimika müşahidə etdiyi üçün, göz kontaktı ifadə, bəli, o hamısı birini tamamlayır və sən şifahi nitqdə danışdığın kimi yazsan, qarşı tərəf onu tamamilə fərqli anlaya bilər. Ona görə bu nöqteyi nəzərdən fikir olaraq yazılmış mətn nə qədər tutumlu olursa olsun, əgər yazıda bu 3 amil yoxdursa, o, belə də, birinci, insanın çox da savadlı olmaması haqqında qarşı tərəfdə fikir formalaşdıra bilər. Eyni zamanda cümlələrin düzgün qurulmaması, punktuasiyanın yerində işlədilməməsi, ümumiyyətlə üstəgəl informasiyanın yanlış anlaşılmasına
səbəb ola bilər. Bir vergülün yeri dəyişəndə cümlədə informasiyanın necə dəyişir, bunu hamınız məndən də yaxşı bilirsiniz. Bu nöqtənin üstündə dayanmaq istəmirəm. Və eyni zamanda, məsəl üçün, həmçinin burada bu proses içərisində mətnin struktur cəhətdən düzgün tərtib olunması da, informasiyanın qruplaşdırılması, ümumiləşdirilməsi, bu məsələlər də çox vacib rol oynayır. Giriş necə yazılmalıdır, əsas hissə necə yazılmalıdır və s. Bu kimi məsələlər öz əksini tapır. Yazının məqsəd və tiplərindən danışanda bayaq artıq biraz belə deyək də bu məsələyə toxunduq. Yenə deyirəm, istər şifahi nitq, istər yazılı nitq bir məqsədə xidmət etdiyi üçün burada biz şagirdə öyrədirik ki, məqsədimiz nədir ki, şagirdlər öz belə deyək, məqsədini müəyyənləşdirməlidir əvvəlcə. Mən kimə, hansı informasiyanı və nə üçün çatdırıram? Auditoriyam kimdir? Çatdırmaq istədiyim fikir nədir? Mən auditoriyanın istəyir yaş səviyyəsi, istəyir bilik səviyyəsi hamısı nəzərə alınmalıdır. Bunlar hamısı müəyyənləşdirilir və hansı mən yazı tipindən istifadə edə bilərəm? Hansı yazı formasından istifadə edə bilərəm və burada hər şey daxildir. İstəyir təlimat verici mətnlər, istəyir esselər, istəyir təsviri xarakterli esselər, istəyir nəqli xarakterli, istəyir hekayə, fərq etməz də, məruzələrin yazılması, əməli yazılan yazılması. Bunlar hamısı biz düzdür, əməli yazı üçün biz ayrıca alt standartda müəyyənləşdirmişik. Bunlar hamısı öz əksini bax burada tapır. Bir qeydi xüsusilə burada qeyd etmək istərdim ki, bütün standartları yəni oxuyanda müəllimlər görəcəklər ki, orada ayrı-ayrı tapşırıq növləri olan imla, ifadə, bu artıq müşahidə olunmur, görünmür. Amma bu o demək deyil ki, müəllim imla və ifadəni yazdırmamalıdır. Burada məsələyə, belə deyim, daha konseptual yanaşılmışdır. Məsələn, imla nədir? İmla orfoqrafiyanı yoxlamağa xidmət edən bir tapşırıq modelidir. Yəni, şagird orfoqrafik cəhətdən düzgün yazırmı? İfadə nədir? İfadə də bir tapşırıq modellərindən biridir. Hansında ki, şagirdin dinləyib anlaması, informasiya interpretasiya edib ötürməsi və eşitdiyi məzmunu düzgün çatdırmasını çatdıra bilirmi, yoxsa bunu ölçməyə xidmət edən bir tapşırıq modelidir. Yəni, bütün tapşırıq modelləri də bildiyiniz kimi çoxdur və biz əgər kurikulumda bütün tapşırıq modellərinin adını çəksək, yəni bu kurikulum konseptual sənədlikdən çıxar, amma burada onun adının çəkilməməsi o demək deyil ki, biz bunu artıq yazdırmırıq, bu modeldən istifadə etmirik və s. Yeri gəlmişkən vurğulayım, bəzən həmkarlarımız, müəllimlərimiz elə fikirləşirlər ki, imla və ifadə məhz bacarığı formalaşdırmağa xidmət edir. Bunların təbii ki, o xidmətdə var, amma daha çox o formalaşdırılmış bacarığı ölçməyə xidmət edir. Bəli. Biz o bacarığı formalaşdırdıqdan sonra imla yazaraq ölçürük, boşluqları görüb növbət tapşırıqlara keçirik. O baxımdan müəllimlərimiz dediyiniz kimi yanlış anlamasınlar ki, biz imla bacarığını formalaşdırmadıq. Xeyr, dediyiniz kimi o orfoqrafiya bacarığını ölçmək üçün bir tapşırıqdır, bir alətdir sadəcə. Bəli, tamamilə doğrudur. O həm ölçməyə, həm də formalaşdırmağa xidmət edə bilər. Yəni, müəllim öyrədib, sonra onu ölçə bilər. Hər ikisinə xidmət edə bilər. Tamamilə doğrudur. Yəni, sözünüzə qüvvət onu demək istəyirəm ki, burada adı çəkilməyən, bax, məsələn, dinlədiyi, oxuduğu məlumatları yazısında əks etdirir. Burada istədiyiniz qədər ifadə yazdıra bilərik. Yəni, çünki dinlədiyi mətnin yazıda əks etdirilməsi burada tələb kimi qoyulur. Eyni zamanda gördüyü hadisəni yazıya çevirməsini istəyə bilərik. Oxuduğu hər hansı bir mətn əsasında fikrini münasibət bildirən bir yazı yazdıra bilərik. Yəni, bunlar hamısı müəllimləri çaşqına salmasın ki, əgər sənəddə bu yoxdursa, biz bunu etməməliyik. Qətiyyən, necə biz digər sual modellərini, məsələn, doğru, yanlış və yaxud digər modellər, uyğunluğu müəyyənləşdir və s. Bu modellərin adını konseptual sənəddə çəkmiriksə, həmçinin imla və ifadəni də, bu bir tapşırıq modelidir, onun da adını çəkmirik. Amma müəllimlər ilk belə nümunəmizdə görürük ki, burada artıq tələb olunur ki, bəli, müəllim burada ifadədən istifadə edə bilər, hər hansı bir mətni yazdıra bilər. Orfoqrafiya hissəsindəki birinci 3-1 standart, əsas standartında
da var idi. Orada imla yazdıra bilər. Yəni imlanın müxtəlif növləri var, onu yazdıra bilər. Necə, yəni rahatdırsa, əsas məqsəd odur ki, standartın tələbi həyata keçirilsin. Məsəl üçün, burada 3-2-2 standartı var. Burada bədii mətnin yazılması öz əksini tapır. Müəllim burada şagirdlərdə fikrini obrazlı şəkildə ifadə etmək, müxtəlif necə deyim sizə, bədii ifadə təsvir vasitələri demək istəmirəm, çünki bu nəzərdə tutulmur. Ümumiyyətlə də obrazlı şəkildə fikri ifadə etmək bu şagirdin təxəyyülünü inkişaf etdirən bir fəaliyyətdir. Bu nöqteyi nəzərdən, məsələn, nəqli xarakterli mətnlərin yazı. Nəqli xarakter həmişə bədii olmaya bilər, amma məsələn, burada həm nəqli xarakterli mətn yazmaq, həm eyni zamanda onu bədii mətn formasında əks etdirmək öz əksini tapır. Bu da şagirdin ətraf aləmi düzgün təəssürat olaraq, emosional olaraq düzgün qəbul edib, eyni zamanda onu ötürməsini formalaşdırır. Bu da çox vacib məsələlərdən biridir. Aynur xanım, üzr istəyirəm, burada bir məqamı həm də vurğulayım. Müəllimlərimiz artıq bilirlər, sizlər də həmişə görüşlərdə bunu vurğulamısınız. Hörmətli müəllimlər, bizim yeni kurikulum sənədində gördüyünüz ilk rəqəm o sinifi göstərir. Yəni, burada gördüyünüz birinci rəqəm 3, üçüncü sinifə aid alt standart olduğunu göstərir. Oradan sonraki rəqəmlər isə əsas standartı və alt standartı ifadə edir. Aynur xanım, sözünüzə qüvvət bir məsələyə də toxunmaq istəyirəm. Əgər müəllim şagirddən, üçüncü sinif şagirdindən tutaq ki, konkret elə bu alt standart əsasında obrazlı yazı istəyirsə, o tapşırığı elə istiqamətdə verməlidir ki, şagird obrazlılıq nədir, təbii təsvir ifadə vasitələri nədir bilmədən yazdığı yazını o formada yazmış olsun. Mən üçüncü sinif şagirdinə desəm ki, uşaqlar, bədii təsvir ifadə vasitələrini də daxil etdiyiniz obrazlı bir hekayə yazın. Şagird heç nə anlamayacaq bu tapşırıqdan. Bu artıq müəllimdən peşəkarlıq, ustalıq tələb edir ki, hekayəsini, tapşırığının təlimatını elə versin ki, nəticədə istədiyini ala bilsin. Razılaşırsınız? Bəli, tamamilə doğrudur. Və nəzərə alsaq ki, şagirdlər ümumiyyətlə məktəbə qədər dövrdən uşaqlar nağıllar oxuyurlar, müxtəlif cizgi filmlərinə baxırlar və bunun ətrafında müəllimlər, evdə indi valideynlər etsə də, etməsə də məktəbdə valideynlər, məktəbə qədər də müəllimlər daha doğrusu bunun ətrafında müzakirə aparırlar, fikir bildirirlər, uşaqları danışdırırlar. Burada bu söz işlənibsə bu mənada bizə nə demək istəyirlər? Bu kimi məqamlara onların fikrini yönəldirlər. Və artıq yuxarı siniflərə qalxdıqca uşaqlar kiçik yaşlarında da kiçik nağıllar yazmağa həmişə meyilli olurlar. Onlar həvəsli olurlar. Burada əsas məsələ sizin sözünüzə qüvvət müəllimin metodikasıdır. Yəni şagirdi əlavə informasiya ilə, əlavə terminologiya ilə yükləmədən şagirddə müxtəlif bacarıqlar formalaşdırmaq. Bu empirik şəkildə baş verməlidir. Yəni çünki biz 3-cü sinif uşağına, 2-ci sinif uşağına nağıl yazanda sən illah da məsələn cümləndə məcazi mənalı söz işlətməlisən deyə və yaxud mübaliğə etməlisən deyə, bəli, bunu biz deyə bilmərik. Bu artıq müəllimin metodikasıdır ki, müəllim onu şagirdə elə təlimat verməlidir ki, və yaxud bu prosesi, yazıya qədər olan prosesi elə aparmalıdır ki, onun verdiyi təlimat da şagirdə aydın olsun. Yəni, o yazıya qədər olan proses, yəni hansında ki, onlar mətni oxuyurlar, mətnlər ətrafında müzakirə aparırlar, onun içində tanış olmadığı sözləri, ifadələri, bu nə üçün belədir, bu tip işlər gedəndən sonra şagird artıq aydın şəkildə bilir ki, ondan nağıl istəyirlərsə yazmaq, o nağılda istədiyi belə deyim də, təxəyyülünə uyğun şəkildə müxtəlif yaradıcı məqamları ora verə bilər. Bax, bu məsələlər fərqli yanaşa bilər, bu icazə veriləndir. Bunlar hamısı əlbəttə ki, müəllimin peşəkarlığını tələb edir, ümumiyyətlə müəllimin öz işindən fərqli də deməyim, əslində olduğu kimi yanaşmasını tələb edir. Peşəkar. Bizim müəllimlər deməli bu vaxta qədər müzakirələrdə tez-tez səsləndirilən məqamlardan biri budur ki, biz əvvəl imla, ifadə, inşa yazdırırdıq və bu şagirdlərin
yazı bacarığını formalaşdırırdı. İndi biz inşa ifadəni görmürük, imlanı görmürük kurikulumda. Biz onu yazdırmırıq uşağa və yaxud bir ara dəb idi, deyirlər ki, yoxlama yazıları yığışdırmısınız deyə. Ona görə biz şagirdə yazı bacarığı formalaşdıra bilmirik. Burada xüsusi vurğulamaq istədiyim məqam nədir? Ümumiyyətlə, əvvəllər bizim yazı bacarığımız, əgər biz kurikulumdan əvvəlki, islahatdan daha doğrusu əvvəlki dövrdən danışırıqsa, islahatdan əvvəlki dövrdə bizim yazı bacarığımızın formalaşdırılması yox, yalnız ölçülməsi nəzərdə tutulmuşdu. Əgər biz ayda, yarım ildə də belə deyək və yaxud rüb ərzində bir dənə, iki dənə inşa yazırdıqsa və bunun hazırlığına cəmi bizə 1 saat verilirdisə, adətən, yəni islahatdan əvvəl necə idi? İnşa yazı ona 3 saat vaxt verilirdi. Hazırlıq və inşanın yazılması və səhvlər üzərində iş. Doğrudurmu? Yəni 1 saata şagirdə heç vaxt inşa yazmaq, öyrətmək olmaz. Ona görə də bu nöqteyi nəzərdən bu şagirdin yazı bacarığının formalaşdırılmasına yox, əksinə birbaşa şagirdin yazı bacarığının ölçülməsinə xidmət edir. Yəni, öyrədilməyən şeyin ölçülməsinə xidmət edirdi. Amma indi yazı məzmun xəttinin kurikulumda olması bu o deməkdir ki, müəllimin birbaşa fəaliyyəti odur ki, o hər gün uşağa yazı yazdırsın. Kiçik bir abzas da olsa, yazı elə bir bacarıqdır ki, yazı yazmaq. Onu hər gün sən yazmasan, o qeyri-mümkün bir məsələdir ki, o formalaşsın. Ona görə müəllimlər şagirdlərə hər gün bir abzas da olsa, 5 cümlədən, 10 cümlədən ibarət də olsa, mütləq şəkildə şagirdlərə bir yazını yazdırmalıdırlar. Bu, müəllimin rutininə çevrilməlidir. Şagirdin də həmçinin rutininə çevrilməlidir ki, bilsin ki, fikri yazılı şəkildə ifadə, bu bir vərdişə çevrilməlidir. O olmayanda, yəni şagirdin yazı bacarığını formalaşdırmaq şifahi şəkildə qeyri-mümkündür. Necə nitqi formalaşdırmaq üçün daim danışmaq lazımdır, şifahi yazını da daim yazmaq lazımdır. Bu, bunun qaydasıdır da. Yəni, bunun bütün dünyada, heç bir dövrdə bunun başqa forması yoxdur. Yəni, necə ki, biz deyirik 2 vur 2 4 eləyirsə, bu da həmin bir məsələdir ki, yazı yazmasan, yazı yazmağı öyrənə bilməzsən. Və yazı bacarığı deyəndə də sadəcə alınan informasiyanı kiməsə yazılı şəkildə ötürmək yox, məhz özünü ifadə etmək, yazılı şəkildə özünü ifadə etmək nəzərdə tutulur. Yəni, mən öz hisslərimi, emosiyalarımı, fikirlərimi qarşı tərəfə yazılı şəkildə çatdırıram. İnsan bir mətni yazır, mətni kənara qoymalısan, mütləq sonra 1 saatdan sonra, 2 saatdan sonra onu oxumalısan. Sonra oxuyanda özün öz yazdığı bəzən başa düşmürsən ki, mən burada fikir dağılıb ki, mən burada nə demək istəmişəm. Bu, gündəlik prosesə çevrilməyənə qədər insanın beynində yazını yazmaq bacarığı, o ümumiyyətlə struktural düşünmək bacarığı formalaşmır. Bunun başqa variantı yoxdur. Ona görə müəllimlər hər gün şagirdlərə sinifdən asılı olmayaraq kiçik abzas da olsa, yuxarı siniflərdə bir qədər daha böyük o söz miqdarına görə artıra bilərlər, onu mütləq yazdırmalıdırlar. Məsələn, bu bizim yazdığımız, təkmilləşdirdiyimiz kurikulumda esse sözünü də müəllimlər rastlaşmayacaqlar. Amma esse sözünün burada rastlaşılmaması bayaq imla ifadədə dediyim kimidir. Yəni, bu o demək deyil ki, esse daha yazmırıq. Xeyr, esse də yazı tiplərindən biridir və burada təlimat verici yazılar var, sonra reseptlər var və elanlar var və s. və ilaxır bu cür yanaşmalar var, yazı tiplərinin yazılması var. Esse də onlardan biridir. Təsviri xarakterli esse ola bilər, nəqli xarakterli esse ola bilər, mühakimə xarakterli, argumentativ və s. Bunlar yəni əksinə burada o qədər ona imkan yaradılıb ki, argumentativ yazılar yazdırmaq, mühakimə xarakterli, təsviri yazılar yazdırmaq, mətni düzgün strukturlaşdırmağı öyrətmək və s. və ilaxır. Bunu etmək bir məcburiyyətə çevrilib. Yəni, müəllimin başqa yolu yoxdur da, o mütləq dərsini, bir hissəsini yazı bacarığının formalaşdırılmasına kökləməlidir. Mütləq şəkildə bu olmalıdır. Burada təqdimat eyni zamanda təqdimatın aparılması, təqdimat edilməsi üçün, məsələn, müəllim
şagird informasiyanı auditoriya qarşısında danışır, eyni zamanda öz nitqini birinci o yazılı şəkildə tərtib edir, sonra onu təqdim edərkən mən onun hansını qeyri-verbal yazıya çevirməliyəm, hansını cədvələ salmalıyam, hansını şəkillə ifadə etməliyəm və mənim hansı şəkil mənim nitqimi müşahidə edəndə mənim nitqim daha aydın ola bilər. Bu strukturlaşmanı aparmalıdır ki, bu da çox vacib bacarıqlardan biridir ki, şagirdlər gələcəkdə öz karyera inkişaflarında, ümumiyyətlə həyatlarında, belə deyim də, irəli gedəndə tez-tez təqdimat etmək bacarığı ilə rastlaşırlar. Elementar istənilən müsahibəyə gedəndə insanlar özünü təqdim tələb olunur və insan özünü təqdim edərkən fikrini hansı ardıcıllıqla ifadə etməlidir, hansı istiqamətdən özünü təqdim etməlidir, bu özü də təqdimat bacarığıdır və yaxud hər hansı bir layihəni təqdim edirsə, o layihəni necə strukturlaşdırmalıdır, şifahi nitqi ilə yazılını necə formalaşdırmalıdır, uyğunlaşdırmalıdır. Bunu şagirdə öyrətmək lazımdır ki, onlar sabah müstəqil həyata qədəm qoyanda bu bacarıqlar artıq onlarda formalaşmış olsun. O gəlib hər hansı bir işə, müsahibəyə gedəndə ona deyəndə ki, sən mənə məsələn fikirlərini təqdimat et və bunu sən istədiyin formada edə bilərsən, şagird bilməlidir ki, bu hansını necə etsə, bu daha effektiv olar və o öz məqsədinə çata bilər. Bax, bu nöqteyi nəzərdən müəllimlərdən xahişimiz, gözləntimiz odur ki, bu alt standartların üstünə sadəcə elə tapşırıq xətrinə keçməsinlər. Buna zaman ayırsınlar, üstündə işləsinlər ki, şagirdlərdə bu bacarıq formalaşsın. Bəli. Və əməli... Üzr istəyirəm, əməli yazılmalarına keçək, ondan sonra bir məqamı əlavə edəcəm. Buyurun. Və ayrıca biz bir alt standart qoymuşuq əməli yazılar. Əslində, belə deyək, beynəlxalq təcrübədə əməli yazı anlayışlı bir yanaşma yoxdur. Sadəcə bu bizim bir, belə deyim də, ənənəyə sanki çevrilmiş bir qoldur. O özü də, əməli yazının özü də müəyyən bir məqsədə xidmət edir. Məsəl üçün, elan informasiyanı hamıya çatdırmağa xidmət edir. Təlimat işi necə icra etməyə xidmət edir. Yəni, prosedural olaraq göstərirsən ki, sən hansı addımdan sonra atmalısan ki, məqsədə gəlib çatasan. Mənim məqsədim qarşı tərəfə təlimat verməkdir. Və yaxud bir poster hazırlayırıqsa, mənim məqsədim qarşı tərəfin diqqətini cəlb etmək, onu maraqlandırmaqdır. Və eyni zamanda bu gördüyüm işin çox vacib olduğuna onu inandırmaqdır. Bunlar hamısı, bu yazıların hamısı, yəni əməli yazıların özü də, lap ərizə desək, istər tərcümə hal desək, bunlar özü də hər hansı bir məqsədə xidmət edən yazı növləridir. Sadəcə biz, belə deyək də, ənənədə əməli yazılar anlayışı olduğu üçün bunu ayrıca bir standart kimi yerləşdirdik ki, müəllimlər hələ buna uyğunlaşsınlar. Yəqin ki, indi qismət olar növbəti 5 ildə standartı təkmilləşdirəndə, yəqin artıq əməli yazılar da çıxarılıb, yazının məqsədi hissəsinə salınacaq ki, bu da məqsədə uyğun hesab ediləcək. Buyurun, sizin sualınız var idi. Əslində, bundan əvvəlki və bu da daxil olmaqla belə yekun bir fikir bildirmək istəyirdim. Siz də, biz də hamı cəmiyyətdə rastlaşırıq ki, yetkin insanlar sadə bir yazını yazmaqda çətinlik çəkirlər. Tərcümə halını yazmaqda, ərizə yazmaqda və yaxud kiçik bir not harasa yazmaqda, indi hal-hazırda telefonda mesajlaşsa belə onu aydın şəkildə, qarşı tərəfin başa düşəcəyi şəkildə yazmağı. Demək istədiyim o idi ki, müəllimlərimizə əslində müraciətim odur ki, biz bu bacarıqları o şagirdkən, uşaqkən, məktəbdəykən formalaşdırmadığımız üçün nəticə elə olur. Bugün ətrafımızda istər işə qəbul zamanı, istər müəyyən müsabiqələrdə və yaxud müsahibə proseslərində görürük ki, bəzi həmkarlarımız özlərini istər şifahi, istər yazılı çox yaxşı ifadə edirlər, bəziləri yox. Və bu, demək ki, onun şəxsi keyfiyyətləri nəticəsində formalaşan bir şeydir. Özü əgər introvert insan olmayıbsa, özü axtaran, araşdıran, oxuyan və ya ailəsinin dəstəyi olubsa və ya şanslı olub, hansısa bir müəllimi ona bu yolda cığır açıbsa, bu şəkildə formalaşıb. Əks halda digər şəkildə formalaşır insan. Biz şagirdi öz başına buraxsaq, o artıq şəxsi keyfiyyətlərin nəticəsində nəsə olacaq. Amma biz müəllim olaraq
bu sənədin, konseptual sənədin tələbini yerinə yetirmiş olsaydıq məktəbdə, ən azından minimum yazı bacarıqları bütün şagirdlərdə və bütün yetkin insanlarda formalaşmış olardı nəticə etibarilə. Bəli, tamamilə doğrudur. Biz bu problemlə çox tez-tez rastlaşırıq. İstər şifahi şəkildə, yazılı şəkildə ümumiyyətlə fikri ifadə etmək, şifahi şəkildə fikri ifadə etmək həmişə çətin olur. Yəqin ki, bu misalı hamınız bilirsiniz, hamımız bilirik. Tələsirdim deyə yazım çox uzun oldu. Sanki tələsəndə yazını qısa yazma, amma insan fikirləri qruplaşdıra bilmədiyi üçün, ümumiləşdirə bilmədiyi üçün, çox fikirləri yığcamlaşdıra bilmədiyi üçün onun fikri, yazısı çox uzun olur. Və cümlənin mənası budur ki, yəni mən mətni səmərəli yaza bilmədim. Yazı bacarığını aşağı siniflərdən, məktəb vaxtlarına addım formalaşdırmayanda nəticə siz dediyiniz kimi olur. Yəni, mən təlimlərdə həmişə verdiyim bir sual olur ki, məsələn, hansı bacarığı biz məktəbdə bizdə formalaşdırıblar və biz onu inkişaf etdirmişik. Hansını isə biz özümüz çalışa-çalışa, buna ehtiyac duya-duya öyrənmişik. Çox vaxt müəllimlərin cavabı yuxarı-aşağı hamıda eyni olur. Ki, şifahi nitq, təqdimat, məsələn, problem həll etmə və ya düzdür, demirəm, 100% belədir. Özünü ifadə etmək, xüsusən yazılı şəkildə özünü ifadə etmək. Bunu kimsə siz demişkən, şəxsi keyfiyyəti hesabına və yaxud çox bacarıqlı olduğuna görə öz üzərində işlədiyi üçün edir. Amma məktəbdən bu olsa və bacarıq elə bir şeydir ki, o 1 aya, 3 aya, 1 ilə, 2 ilə formalaşmır. O davamlı bir proses olmalıdır ki, şagird də insanda bu formalaşsın. Və bizim vərdişə çevrilsin. Və şagirdin 11 il məktəbdə vaxtı var. Əgər biz 11 ildən sonra şagirdimizi oturdub ona bir esse yazdıra bilmiriksə, əgər biz şagirdə şifahi şəkildə sual verəndə o nitqini qurub bizə geri qaytara bilmirsə, bunun günahı bizdədir bir mənalı olaraq. Ola bilər həmin şagird işləyəndən sonra, buna ehtiyac yaranırsa öz üzərində işləsin, düzəlsin. Amma 11-ci sinifdən sonra biz bunu edə bilməm, uşaq bunu edə bilmirsə, bu o deməkdir ki, biz 11 il onda bacarıq formalaşdıra bilməmişik. Dil qaydası belə bir şeydir ki, istənilən şagirdi, yəni 2 aya o dil qaydalarını öyrətmək olar və əlahiddə testlərlə onları işlətmək olar. Amma bacarıq elədir ki, yəni onu heç bir ilə də şagirdə formalaşdırmaq mümkün deyil ki, biz bunu buraxılış imtahanlarında müşahidə edirik ki, şagirdlərdə oxuyub anlama həmişə digər fənlərdən daha aşağı olur. Dil qaydalarına bağlı testləri çox yaxşı rahatlıqla yazırlar, amma oxuyub anlamada bugünə qədər hələ bizim buraxılış imtahanlarına yazı, essenin yazılması ilə bağlı heç nə əlavə olunmuyor. Vaxtı ilə əlavə olunmuşdu, gördülər ki, ölçmək mümkündür, şagirdlər yaza bilmirlər və onu çıxartdılar ki, bir müddətdən sonra yenə əlavə ediləcək. Bax, bu məsələlər, çünki bu 1 ilə, 2 ilə formalaşdıra biləcək bir bacarıq deyil. Bu, hər gün qısa-qısa, az-az müddətlə formalaşdırmalıdır. Mən indi istərdim ki, təşəkkür eləm, sözü həmkarım Günel xanıma verim. Günel xanım standartların sinifdə necə tətbiq edilməsi, hansı tapşırıqlarla reallaşdırılması və inteqrasiya haqqında danışacaq. Çox sağ olun Aynur xanım. Geniş izah üçün, hər tərəfli məlumat verdiyi üçün mən təşəkkür edirəm sizə. Günel xanım, siz də sağ olun. Günel xanım, Aynur xanım dediyi kimi artıq biz sizdən tapşırıq nümunələri üzərində nümunələr də istəyəcəyik və eyni zamanda izləyicilərimizə təkrar xatırlatmaq istəyirəm. Günel xanım aktiv şəkildə müəllimliklə məşğuldur və siz həm də sinifdə yaşadığınız çətinliklər və sinifdəki təcrübənizdən irəli gələrək bizə və həmkarlarımıza yazı bacarığı necə formalaşdırması ilə bağlı dəstək göstərə biləcəksiniz. Buyurun Günel xanım. Sabahınız xeyir olsun. Mən də hamını salamlayıram. Webinarın təşkilinə görə öz təşəkkürümü bildirirəm və qeyd etmək istərdim ki, həmkarım Aynur xanım demək olar ki, bir çox məsələlərə toxundu. Mən də bu kurikulum sənədinin yazılması prosesi ilə bağlı müəyyən qeydlərimi etmək istərdim. Ümumiyyətlə, bu sənədi yazarkən daha çox nəticə yönümlü standartlar üzərində işləmişik və əsasən, bayaq Aynur xanım qeyd etdi, bacarıq məsələsi. Yazı məzmun xəttində də əgər müəllimlər bu bayaqdan qeyd olunan alt standartlara diqqət yetirsələr, orada standartlar
daha çox fəaliyyətlər bacarıq yönümlü, bacarıqlar şəklində ifadə olunmuşdur. Bu mühüm bir fərqdir, mən deyərdim, əvvəlki standartlarla. Eyni zamanda yazı məzmun xəttinin standartlarının yazılmasında, dilin tədrisində mühüm məqamlar, vacib olan məqsədlər daha çox vurğulanıb. Mən indi bəzi standartlar üzərindən onu qeyd edəcəm. Amma əvvəlcə qeyd etmək istərdim ki, hansı vacib məqsədlər bizim üçün bu standartların yazılmasında əsas olub. Məsələn, deyək ki, şagirdlərdə dil duyumunun formalaşdırılması və yaxud da inkişaf etdirilməsi, bu bütün standartlarda var, amma təbii ki, yazı məzmun xəttində də öz əksini tapmışdır. Bundan başqa, məsələn, deyək ki, dil vasitəsilə şagirdin idrak fəallığının artırılması, daha sonra məsələn deyək ki, şagirddə dil vasitəsilə özgüvənin formalaşdırılması, səriştəliliyi ki, bunlar hər biri həyati bacarıqlardır. Və ən mühüm məqamlardan birində vurğulamaq istərdim ki, bu daha çox spesifikdir yazı məzmun xətti üçün. Dil vasitəsilə şagirdin birinci növbədə özünü ifadə etməsi və daha çox yaradıcılıq məsələlərinin nəzərə alınması. Ümumiyyətlə, gəlin baxaq, müasir dövrdə şagirdin yazı bacarığına qoyulan tələblər hansılardır? Aynur xanım onların bir çoxunu vurğuladı. Amma mən də qeyd etmək istərdim ki, əgər biz istəyiriksə şagirdimiz öz fikirlərini sistemli, savadlı formada, eyni zamanda ekspresiv şəkildə rahat istifadə etsin, yazı bacarığında bunu göstərsin. O zaman gəlin baxaq, yazı fəaliyyəti bizə hansı istiqamətlərdə bu sinifdə formalaşacaq. Birinci növbədə yazı fəaliyyəti, biz bilirik ki, yazı məqsəddən asılıdır da, yəni onun əhatəsindən asılı olaraq dəyişir. Yazının məqsədi vacibdir, ona görə istiqamətimizin biri yazının məqsəd və tipidir, ikinci istiqamətimiz isə yazı normalarıdır. Burada bir vacib məqam, mütləq şəkildə biz hansı yazı tipindən istifadə etsək, hansı məqsəd üçün yazsaq, məzmun orada qurulmada uyğunluq təşkil edir, amma nə əsasdır? Təbii ki, düzgün qrammatik qaydaları, punktasiyanı, orfoqrafiyanı və s. şagirdin bilməsi, yəni dil qaydaları bu yazı məzmun xəttinin canıdır təbii ki. Bu bütün standartlarda var və yazı məzmun xəttində də bu əhatəli təşkil olunub, göstərilib hər bir standartda. Digər bir neçə məqamı da vurğulamaq istərdim ki, ümumiyyətlə yazı məzmun xəttində nələr standartlarda daha çox vurğulanmalı məsələlərdəndir ki, müəllimlər də buna diqqət yetirməsini istərdim. İndi mən onu tapşırıq nümunələrlə izah eləyəcəm. Sadəcə adlarını çəkmək istəyirəm ki, məsələn, deyək ki, struktur məsələsi, yazıda struktur məsələsi və yaxud da ki, məsələn, yazıda əhatəlilik, ardıcıllıq, dəqiqlik, məsələn, faktlara əsaslanmanı qeyd etmək istərdim, aydınlıq, üslub, bütün bunlar nəzərə alınmalı məqamlardır. Əgər bizim standartlarda göründüyü kimi, məsələn, alt standart verilir, altında onun şərhləri var. Bu şərhlər müəllimə də bir köməkdir. Yəni, müəllim bu şərhləri oxuyarkən həmin standartın nəyə xidmət etdiyini görə bilər və hətta bir çox standartlarda 1-dən 11-ə inkişaf şəklində göstərmişik. Standartların altında tapşırıq nümunələri də var, alt standartların altında. Bu tapşırıq nümunələri də yenə dediyim kimi müəllimə bir köməkdir, yəni ki, həmin standartlar nəyi reallaşdırmaq olar. Burada təbii ki, dərslik də bizim köməyimizə gəlir. Mən bir müəllim kimi hal-hazır tədrisdə 5-ci sinif dərsliyindən də danışmaq istərdim və eyni zamanda pilotda olan 6-cı sinifdə də dərs deyirəm. Və orada da bəyəndiyim, bir pedaqoq olaraq bəyəndiyim məqamlardan biri budur ki, məsələn, əvvəlki dərsliklərdə, bəlkə də ildə bir neçə yazı bacarığı ilə bağlı fəaliyyətlər olurdu, amma burada artıq sistemli şəkildə müəllimlər, 5-ci sinifə dərs deyən müəllimlər yəqin ki, özləri də dərsliklə tanış olduqca görürlər. Hər fəsildə artıq yazı bacarığının formalaşmasına mütləq şəkildə müəyyən tapşırıqlar yönəlib. Bu tapşırıqlar oxu ilə əlaqəlidir, danışma ilə əlaqəlidir. Hal-hazırda məsələn slaydımızda görünən yazı bacarığı olan tapşırıq nümunələrini mən qeyd eləmək istərdim. Amma bunları iki məqamı vurğulamaq üçün qeyd eləmişik. Birinci ona görə ki, yazı bacarıqlarının formalaşmasında, yazı standartlarında fən daxili inteqrasiya. Məsələn, deyək ki, dinləmə və yazı. Yəni, göründüyü kimi tapşırıq iki fəaliyyət üzrə formalaşır. Məsələn, deyək ki, faktları qeyd etməklə şagird istənilən bir mətni dinləyə bilər. Burada verilən bir nümunədir. Bu, istənilən bir mətn ola bilər və verilmiş plan əsasında informativ mətn yazacaq. Bu, müəllimlərə tanışdır. Əslində, bu nədir? Bu, ifadədir. Biz bu tapşırığın adını ifadə qoymamışıq, amma bu dinləmə və yazı bir yerdə inteqrasiyada, sinif prosesində şagird mətni diqqətlə dinləyir və üstəlik qeydlər götürür
Sonra isə onu verilmiş plan əsasında yazır. Nəticədə onun həm yazı bacarığı formalaşır, həm də dinləmə bacarığı. Ona görə birinci tapşırığı bu yöndən əsas səciyyələndirərdim. İkinci tapşırıq bayaq Aynur xanımın qeyd elədiyi bir standart var idi. Bu Aynur xanım onu 3-cü sinif əsasında nümunə göstərdi. 3-2-2 standartı idi. O dedi ki, fikir, təxəyyül, təəssürat əsasında bədii mətin yazmaq. Bax, bu alt standart, məsələn, fikir, fakt, təəssürat əsasında mətin yazmaq daha mürəkkəb əqli prosesdir. Yəni, burada ifadə olunan fikirlər, şagird bu yöndə bir mətin yazırsa, onda həm məntiqi, həm analitik, həm yaradıcı təfəkkürün formalaşması vacib şərtdir. O bayaqki slayda zəhmət olmasa gələrdiniz, orada bir tapşırıq nümunəsi var. Həmin tapşırıq nümunəsində, məsələn, verilmiş plan əsasında hekayə qrup yazın. Burada plan şagirdə bir istiqamət verir təbii ki. Bu tapşırığı mən sinifdə icra etdirmişəm şagirdlərə. Bunu işləmişik. Çox maraqlı nümunələr alınıb. Yəni, şagirdlər burada mövzunu müzakirə eləmişik. Amma bunun əsasında hekayənin qurulması, şagird burada əsasən, planda özünüz də görəcəksiniz, şagirdə istiqamət verilir, elə bil ki, hekayənin skeleti var. Amma şagirdlər bura müxtəlif cür yanaşırlar, bəziləri sonluğu fərqli yazmışdılar. Bu da yaradıcı, bu təxəyyül əsasında olan tapşırıq nümunələrindən biridir ki, ona görə bunu xüsusi vurğulamaq istərdim. Ümumiyyətlə, bir məqamı da deyim ki, şagirdlərə yazı bacarığını formalaşdırmaq, bayaq Aynur xanım da qeyd elədi, necə eləyək ki, şagirdlərimiz yaxşı yazsınlar. Təbii ki, il ərzində bir neçə yazı yazan şagirddə bu bacarıq formalaşmayacaq. Və həmkarımın qeyd etdiyi kimi bu sistemli aparılmalıdır. Mərhələli yanaşma tələb olunur buradan. Məsələn, deyək ki, adi bir oxu prosesindən yazının əlaqəsini, əgər bir inteqrasiyadan danışırıqsa, mən həmişə şagirdlərimə deyirəm ki, əgər yaxşı yazı bacarığınızı inkişaf etməyini istəyirsinizsə, daha çox burada oxumaq rol oynayır. Yəni, şagirdin, məsələn, deyək ki, mütaliəsi, burada müxtəlif janrlarda əsərlərin oxunması, müxtəlif müəlliflərdən oxumaq, bu daha çox şagirdin söz ehtiyatını da artırır. Bir də müxtəlif yazı tərzlərini mənimsəyir şagird. Bunu oxuyaraq, sonra təbii ki, bu yazı vərdişində də özünü göstərir. Sonra davamlı yazmaq. Bayaq qeyd etdiyim kimi, əgər biz istəyiriksə sinif prosesində bunu reallaşdıraq və bu istədiyimiz nəticəni alaq, bu zaman biz müntəzəm olaraq yazıdan istifadə etməliyik. Bayaq mən dediyim məqamlardan biri hər fəsildə oxu, dinləmə, sonra yazı tapşırıqlarının xüsusi yerə ayrılması bu davamlı yazıya gətirib çıxarır, müntəzəm yazıya gətirib çıxarır ki, mənim müəllim kimi bəyəndiyim məqamlardan biridir ki, əgər biz hər fəsildə yazıya müntəzəm yanaşsaq, bu davamlı yazıdır və formalaşır şagirdlərdə bu bacarıq. Sadə və aydın yazı, düzgün yazmaq, bunlarla yanaşı ikinci bir məsələ də tənqidi məqamdır, yəni redaktə məqamıdır. Deyək ki, şagird hər hansı bir yazını yazıb, bu məqsəddən asılı olaraq dəyişə bilər. Öz yazısını oxuyub redaktə eləməsi məsələsinə toxunmaq istərdim. Bir var, şagird öz yazısını redaktə eləyir. Bir də yoldaşının yazısına münasibət. Bizim standartlarda bu 11-ci sinifə qədər əks olunubdur. Şagirdin digərinin yazısına münasibət bildirmək. Burada müəllimin də mövqeyi var. Biz də yazıya münasibət bildiririk şagirddə. Amma elə ki, ənənədən irəli gələn müəllim adətən yazını götürür, qırmızı qələmlə ancaq orfoqrafik səhvləri qeyd edir. Ancaq səhvləri. Bunu yox, yəni mən şəxsən öz, belə deyim, müəllim kimi fəaliyyətimdə şagirdlərə birinci növbədə o yazdıqları yazıda üstün cəhətləri vurğulayıram. Bu digər şagirdlərin öyrənməsi üçün də yaxşıdır. Yəni təkcə qırmızı ilə o dəftərdə o qırmızı ilə göstərək ki, sən bax burada bu sözü səhv yazdın, bu cümləni düzgün qurmadın, nə bilim uzlaşma verilmədi və s. Bunlar da bəlkə də şagirdi yazıdan uzaqlaşdırır. Üstün məqamlar, sənin yazında nə üstündür? Məsələn, sən çox gözəl təhlil aparmısan, sənin yazında arqumentlərin çox yaxşıdır, arqumentlərini faktlarla əsaslandırmısan və s. Bu digər şagirdlərə də təsir edir ki, həm müəllim məsələn deyir ki, hansı yazını daha üstün yazı hesab elədi və yoldaşının yazısını redaktədə də şagirddə bu formalaşır artıq. Formativ qiymətləndirmənin, konstruktiv əks əlaqənin əsas mahiyyəti də elə bundan ibarətdir. Yəni ki, şagirdin fəaliyyətində üstün cəhətləri göstərib, bu özü də öyrənməyə xidmət edir. Bəli,
Bir əsas məqamlardan biri tutaq ki, biz şagirdi yönəldirik, təşviq edirik. Yəni müəllimdən çox şey asılıdır. Müəllim şagirdi yazını yazmağa təşviq eləməlidir. Məsələn, deyək ki, yaradıcı yazı, hekayələrin yazılması, təsvir yazıların yazılması, bayaq Aynur xanım əməli yazılara toxundu, məktubların yazılması. Deyək ki, biz məsələn hansısa bir oxu mətninin üzərindən yazı standartına keçirik. Müəllifə yazı yaz, məktub yaz, obraza məktub yaz, baş qəhrəmana məktub yaz. Mən bunları 5-ci sinifdə keçən il şagirdlərlə işlətmişəm. Məndə hətta nümunəvi yazıları belə yadigar saxlamışam. Həqiqətən də şagirdlər çox gözəl yazılar yazırlar. Obraza münasibətləri tamamilə fərqlidir. Bəzən bizim düşündüyümüzdən, əsərin ideyasından tamam fərqli yanaşmalar nümayiş etdirir şagirdlər. Bax, bunları əsas vurğulamaq istərdim. Məsələn, müəllim dərslikdən əlavə də yazı bacarığının inkişafı üçün müəyyən mövzularda tapşırıqlar verə bilər ki, məsələn, tutaq ki, texnologiya insanlara daha çox fayda verir, yoxsa zərər gətirir. Bax, belə bir yazı. Burada artıq şagirdin müxtəlif arqumentləri olacaq, müxtəlif yanaşmalar olacaq. Biraz daha çox şablon mövzulardan uzaq, yəni standartlaşmış mövzular var da. Yəni bu mövzulardan uzaq şagirdi təşviq eləmək ki, o düşünsün, öz düşüncələrini sərbəst, ifadəli, düzgün qeyd eləsin. Bayaq dediyim məsələ. Məsələn, deyək ki, 1-dən 11-ə qədər bizdə bu standart əks olunub ki, şagirdin bax bu şəkildə argumentativ yazı yazması. Argumentlər getirir, onu faktlarla sübut eləyir. Bax, bu məsələlər. Müəllim məqsədindən asılı olaraq o prosesi maraqlı və əyləncəli hala da gətirə bilər. Şagirdlərinin tələbinə görə, tələb də yox, marağına görə, maraq dairəsinə görə, təbii ki, özünün məqsədini də təlim nəticəsində əsas götürməklə müxtəlif, dediyiniz kimi, müxtəlif yazı tipləri yazdıraraq şagirdlərdə bu bacarığı formalaşdıra bilər. Mənim öz təcrübəmdə bir məqam olmuşdu, onu qısaca xatırladım burada siz deyəndə. 5-ci siniflərə dərs deyirdim bir neçə il öncə. Orada belə bir tapşırıq var idi ki, mənim uşaq otağım, yəni mənim otağım mövzusunda essay yazsın şagirdlər. Baxdım ki, bu yəni çox da maraqlı gəlmir də artıq uşaqlara öz otağını təsvir etmək. Mənim gələcək kabinetim adı ilə bunu uşaqlara təqdim etdik. İnanmazsınız, o qədər maraqlı, yəni sinifdə 24 şagird vardı, 24 fərqli iş otağı, kabinet və nələr vardı. Elə yaradıcı yanaşmışdılar ki, birinin kabinetindən yeraltı tünelə yol var idi, metroya gedib çıxırdı, orada nə bilim uçan boşqaba minirdi, başqa yerə gedirdi. Yəni o qədər maraqlı şeylər. Əsas məqsədim o idi ki, yazsınlar və mən onları redaktə edərək yazılarını nəysə formalaşdıraq ki, buna da nail olmaq mümkündür. Turan xanım, bir neçə tapşırıq tipini də istəyərdim xüsusi vurğulayım. Yəni bu da dərs prosesində həm maraqlı alınır, həm də şagirdlərin yazı bacarığının inkişafı yönündə çox yaxşıdır. Mətn var dərslikdə, məsələn, dialoqla başlayır. İstənilən mətni tapa bilərik də biz dialoqla başlayan. Şagirdə bir tapşırıq veririk ki, hadisənin yerini, zamanını, əsas obrazlar haqqında ətraflı məlumatla ona bir giriş hissə yaz. Elə gözəl tapşırıqlar, bu tapşırıq icra olunur ki, şagird artıq mətnlə tanışdır da, oxuyub anlamada bu proses gedir. İndi yazıda o mətn dialoqla başlayır, amma biz bilmirik də oradakı obraz hardadır, nə zaman baş verir, necədir və yaxud da ki, deyək ki, hansı xarakterə malikdir. Giriş hissədə şagird onunla bağlı özü tərtib edir, yazır və sonra bunu müzakirə edir. Sonra ikinci tip tapşırıqlar mənim çox xoşuma gəlir. Məsələn, deyək ki, mətnin sonluğunu şagird dəyişib yazır. Uşaqlar, gəlin bu mətnin sonluğunu dəyişib yazaq. Yarı iki qrupa bölə bilərik. Yarınız gözlənilməz sonluqla yazın, yarınız isə nəsihətamiz sonluqla. Bu da maraqlı tapşırıq tiplərindən biridir. Sonra məsələn mətndə tək ki dostunu həkim dalınca göndərir və o prosesdə o soyuqluyur, başına gəlməyə hadisələr gəlir və belə bir tapşırıq var. Deyir ki, təsəvvür eləyin ki, həmin obraz həkim dalınca getmir və buna etiraz edir. Bundan sonrasını özünüz yazın. Bax, buradan da çox maraqlı nümunələr çıxır ki, yəni doğrudan da şagirdlərimiz yaradıcıdır. Əsas məsələ odur ki, biz onları yönəldək, istiqamətləndirək, onları dəstək olaq ki, bu sahədə də inkişaf eləsinlər. Və növbəti slaydımızda bizim ümumiyyətlə Azərbaycan dili yazı bacarıqlarının nə qədər həyati bacarıq olduğunu və bütün fənlərdə bu dəstək və kömək olduğunu istərdim vurğulayım. Məsələn, Azərbaycanda belə bir tapşırıq var. Eyni sinifi müqayisə üçün 5-ci sinifləri biz yazmışıq burada. Deyək ki, bir qrup iş işləyir uşaqlarla. Beynəlxalq Meşələr Günü mövzusu ilə bağlı bir təqdimat hazırlayın. Təqdimatın birinci qrupa veririk ki, ağacəkmə aksiyası ilə bağlı elan yazın. Demək, burada şagird əməli yazı nümunəsidir. Bunu yazacaq, hazırlayacaq, formalaşdıracaq. İkinci qrup mövzu üzrə çağırış xarakterli plakat tərtib eləyəcək.
Üçüncü qrup isə yaşlılaşdırma idarəsinin əməkdaşı ilə müsahibə hazırlayın. Yəni burada müəllim də dəstək ola bilər ki, biz o əməkdaşa hansı sualları hazırlaya bilərik, bunu sinifdə rolu oyuna da çevirə bilərik. Təsəvvür eləyək ki, bu qrup işini sinifdə keçirdik və çox maraqlı alınır. Amma gəlin nəzər salaq, təbiət dərsliyində, 5-ci sinif təbiət dərsliyində, bu Azərbaycan dili dərsliyinin sonrakı mövzulardandır. Təbiət dərsliyinin axırıncı mövzularındandır. Məsələn, orada bir mövzu var, ətraf mühit və biz bölməsində ağac əkmək üçün iməciklərin təşkil edilməsi məsələsi. Əgər Azərbaycan dilində şagird ağac əkmə aksiyası ilə bağlı elanı hazırlaya bilirsə, yaza bilirsə, çağırış xarakterli plakatı hazırlaya bilirsə, o artıq ağac əkmə ilə bağlı iməciliyi görün necə yaxşı təşkil eləyə bilər və yaxud da bunu sinifdə belə deyim də tətbiq eləyəcək. Nəticədə onun qazandığı həyati bacarıqdır da. Bu ömür boyu lazım olan bacarıqlara nümunə kimi bunu çəkə bilərəm. Və standartların siniflər üzrə müəyyən bir fərqlərini qısaca istərdim qeyd edeyim. Məsələn, deyək ki, biz birinci sinifin burada qeyd eləmişik ki, 5 ilə onu müqayisə eləyək, müəyyən fərqli siniflər olduğu üçün. Birinci sinifdə yazı bacarığı... Burada biz baxaq standartların səviyyələr üzrə bir inkişafına. Yenə bayaq qeyd etdiyimiz kimi bizdə ilkin olaraq yazı norması, ədəbi dilin normalarına, struktur tələblərinə riayət edilməsi. Bəzən müəllimlərin yanaşması budur ki, birinci sinif şagirdə ədəbi dil normasını necə bilə bilər, bu çətin bir şeydir falan. Amma gəlin biz şərhlərə baxaq, bizə burada nə nəzərdə tutulur? Biz təbii ki, birinci sinif şagirdindən norma tələb etmirik, amma tələb etdiklərimiz ilkin, sadə, bəsit formada nümunələrdir. Yəni, yazısında hüsnxətt normalarına riayət etmək bu birinci alt standartımızdır ki, şagird böyük və kiçik hərflərin norma uyğun yazır, səsli hərfi uyğunlaşdırır, əl yazısında şəklində olan sözləri mətnin üzünü köçürür, çap hərfi ilə verilmiş sözlərin və yaxud da kiçik həcmli mətnlər üzündən köçürür və cümlə yazarkən sözlər arasında ara məsafəsinin saxlanılması. Birinci sinifdən istəyimiz budur. Söhbət əgər bu standartdan, yəni 3-1-1-dən gedirsə. Standartlar və əsas və alt standartların cümləsi, o qurulmuş oradakı cümlələr və oradakı söz ehtiyatı müəllimlər üçündür, müəllimlərə xitab üçündür. Bəzən biz dərs müşahidələrində görürük ki, müəllimlərimiz alt standartı, hətta bəzən əsas standartı lövhəyə yazırlar. Yazıla bilər, bu yəni irad tutmuruq onu, amma şagirdə standartın özü yox, onun təlim nəticəsinə salınmış forması lazımdır. Yəni, müəllim bugün orada nəyi formalaşdırmaqdır? Təsəvvür edin ki, birinci sinifdə lövhə yazırıq ki, yazısında hüsnxətt normalarına riayət edir. Şagird nə bilir hüsnxətt nədir, norma nədir? Sən şagirddən nəyi gözləmək istəyirsənsə, o sənin üçün təlim nəticəsi olacaq. Bunu şagird bu şəkildə görmək məcburiyyətində deyil, heç lazım da deyil onu. Bəli, eynən, çox sağ olun. Bax, 3-1-2-də yazısında hadisələrin ardıcıllığına riayət edir. Yəni, bizim burada istədiyimiz nədir? Şəkil əsasına mətn yazır, amma hadisələri qarmaqarışıq yox, ardıcıl təsvir edir. Tanış olduğu mətni öz sözləri ilə yazırsa, burada ardıcılığa riayət edir. Oxuduğu mətnə aid cümlələrin ardıcıllığını düzgün bərpa edib köçürür. Yəni, bunu artırmaq olar bu şərhi istənilən qədər. Dərsliklərdə birinci sinifdə buna aid tapşırıq nümunələrimiz çoxdur. 3-1-3 yenə eyni istiqamət üzrə. Burada isə öyrəndiyi sadə orfoqrafiya və punktasiya qaydalarına riayət edir. Yəni, öyrənilmiş, yəni söhbət birinci sinifdə ona nə keçilibsə, biz onu tələb edirik təbii ki. İkinci istiqamətimiz, məqsəd və tiplər, yenə bayaq dediyimiz kimi, bunun ilkin forması birinci sinifdə formalaşır. Şagird bildiyi məlumatları yazısında əks etdirir. Əzbər istəyirəm, sözünüzü burada bölməli oldum. Zəhmət olmasa geri qayda bilərik bayaqki standartda birinci sinif üçün, bundan da öncəkinə. Burada bəzən müəllimlərdən sual gəlir ki, biz bir alt standartı neçə dəfə sinifdə təlim nəticəsi kimi götürməliyik, neçə dəfə o alt standarta qayıtmalıyıq. Bunun konkret bir limiti yoxdur. Siz də əgər bu mövzuda Aynur xanım və ya siz fikrinizi bildirərsiniz, bizim hədəfimiz o sinifdəki şagirdlərin hamısında bu bacarıqları formalaşdırmaqdır. Yəni, sinifdəki şagirdlərin hamısı burada saydığınız bu 5 bacarığa çatmalıdır. Onlar hamısı böyük kiçik hərflərə və yaxud sözlərin ayrı yazılmasına, cümlənin böyük hərfləşməsinə nail olmalıdır. Bu bacarıq nə qədər vaxt alacaqsa və ya hansı şagirdə necə olacaqsa, müəllim o qədər o alt standarta qayıtmalıdır. Elə deyilmi? Təbii ki, bütün siniflə mütləq şəkildə yox, burada artıq diferensiallıq da mövzuya daxil olmalıdır. Siz necə düşünürsünüz?
İcazə versəz bununla bağlı mən fikir bildirərdim. Deməli, ümumiyyətlə bir şey də qeyd edək ki, indiki təkmilləşdirilmiş fənn kurikulumunun əsas xüsusiyyətlərindən biri də odur ki, bir çox alt standartlar çox spesifik şəkildə verilmişdir və bu spesifik şəkildə verilmiş alt standartlardan əlavə olaraq təlim nəticəsi çıxartmalına ehtiyac yoxdur. Bəli, birbaşa Əvvəlki alt istifadə edilir. standartlar çox ümumi idi və onu ilin sonunda riayət formalaşdırmaq üçün onun təlim nəticəsinə bölmək lazım gəlirdi və biz bunu illərlə müəllimlərə də öyrətmişik. Bu dəfə yazılan alt standartlar demək olar ki 90%-i hər biri özü bir təlim nəticəsidir. Yəni müəllim bunu istifadə edə bilər. Və müəllim sinifdə, şagirdlərdə bacarığı formalaşdırana qədər lazım olan qədər belə deyək, bunu istifadə etməlidir. Amma bu o demək deyil ki, məsələn, sinif tutalım ki, mən sinifə böyük kiçik hərflərin hüsnxətt normasını istədiyim qədər edirəm. Yəni, məsəl üçün bunu... Bir neçə ay davam edəcəm. Bir neçə ay mən bunu davam edirəm. Deyirəm ki, formalaşmır da mənim uşaqlarımda bu. Əgər bu proses bu şəkildə getsə, bu o deməkdir ki, sinifdə metodik cəhətdən nəsə bir problem var. Bu onun göstəricisidir. Amma bizim dediyimiz məsələ ki, müəllim nə qədər lazımdırsa o qədər etməlidir. Bu o deməkdir ki, yəni siz yalnız bir dərsdə bunu etməliyəm və edə bilmədimsə, mən növbəti dərsdə bunu istifadə edə bilmərəm, belə bir şey yoxdur. Müəllim diferensiallığa riayət edərək, uşaqların öyrənmə tərzlərini nəzərə alaraq, bunu lazım olan qədər, yəni bir neçə dərsdə istifadə edə bilər. Ola bilər ki, bu günləri o böyük 2 dərsdə albada böyük və kiçik hərflərin hüsnxətt normasını istənilən hərfi keçəndə, yəni bunu istifadə etmək olar. Və yaxud da ki, mətnin üzündən köçürülməsi əl yazısı ilə. Yəni, istənilən nə vaxt ki, müəllim belə bir tapşırığı məqsəd kimi qoyur, şagirdlərdə onu istifadə edə bilər. Yəni, müəllimlər bu məsələyə biraz belə deyim, çevik yanaşsalar daha yaxşı olar. Aydın. Çox sağ olun xanım. Təşəkkür edirəm. Günel xanım davam edə bilərik istəsiz. 3-1-3-də idik deyəsiz. Bəli, 3-2-1-dəyik. 3-2-1 istiqamətdə artıq yenə sizin dediyiniz məsələ, məqsədə uyğun olaraq kiçik həcmli sadə mətnlər yazır, bu ümumidir. Burada əsas məqsədimiz bildiyi məlumatları yazıda əks etdirmək, müxtəlif fəaliyyətlər formasında özünü göstərə bilər. Əzbər bildiyi nəzm nümunəsini yaza bilər və yaxud da hər hansı bir illüstrasiya ola bilər, ona uyğun hissələri götürüb ardıcıl mətnə çevirib yaza bilər. Müəyyən kompozisiyalı illüstrasiya ola bilər və yaxud da sadəcə bir şəkil ola bilər, dinlənilmiş bir mətn ola bilər ki, bax, bu sadəcə bildiyi məlumat ola bilər. Burada təbii ki, şagirddən başqa şeylər tələb edə bilərik. Şagirdin müşahidə etdiyi, şagirdin eşitdiyi və s. Əsas odur ki, o bunu yazısında əks etdirə bilsin. Bu ilkin bacarıqlar şəklində birinci sinifdə formalaşır. Birinci sinifin ikinci, yəni 3-2-2 standartında da artıq biz şagirdlərə plan əsasında, yəni plan əsasında dediyimiz taki obraza münasibət yaxud məktub yazır və yaxud da hər hansı bir kiçik həcmli material yazır. Bayaq dediyimiz kimi ardıcıllıq məsələsinə əməl olunmağı istəyirik. Və bu birinci sinifdə olan ümumi yazı standartları. Bu 2, 3 və 4-cü siniflərdə müəyyən inkişaf xətti ilə göstərilmişdi, standartlarımızda verilmişdi və biz yaxın siniflər yox, 5-ci sinifi vermişdik nümunə kimi. Yəni 5-ci sinifdə də biz baxa bilərik. Məsələn, deyək ki, yazı məqsədi. Standart nədir? Yenə verilmiş plan əsasında fikirlərini istəyə bilər və yaxud sadə əməli yazıların yazılması olsun. Bunların da hər birində artıq deyək ki, məsələn, yazı norması və yazı tipində şərhlərə baxanda bu inkişaf da görünür. Standartın özündə də müəyyən qədər hiss olunur, amma təbii ki, əgər növbəti slayda keçirək, 5-ci sinifi də görək, üzərindən danışaq istəyirsiniz. 5-ci sinifin yazı norması. Siz nümunə çəkdiniz ona görə bunların üzərində olar. Bəli, buyurun. 5-3-1, 5-3-2. 5-3-2-nin üzərindən izah edeyim bunu. Burada da gördüyümüz kimi bayaq qeyd etdik. Tanış olduğu məlumatlar əsasında bədii və qeyri-bədii mətnlər yazılması. Burada
mesela iştirak etdiyi, şahidi olduğu hər hansı bir material ola bilər. Təbii ki, bayaq birinci sinifdə də var idi, dedik müşahidə etdiyi hadisənin göstərilməsi. Amma burada 5-ci sinifdə müəyyən tapşırıqlar var ki, və yaxud da müəllim bir tapşırıqları özü qoya bilər. Digər fənlərdən, araşdırmalarından əldə etdiyi məlumatlar olsun, digər fənlərdə keçdiyi materiallar əsasında və yaxud hər hansı bir varlıq və hadisə haqqında özünün düşüncələri əsasında məlumat verici mətnin yazılması. Burada artıq müəyyən bir inkişafı görmək üçün bu məsələni vurğuluyuruq və digər standartda da fakt, hadisə, təxəyyül və təəssürat əsasında yazının yazılması. Burada biz görürük ki, bu alt standartda artıq biraz daha mürəkkəb əqli proses, hətta 5-ci sinifdə mövzu ilə bağlı ssenarinin yazılması, kiçik həcmli qeyri-bədii mətnlərin yazılması, sujetin qurulması, bu söhbət sadə sujetlərdən gedir, bədii mətndə sadə sujetli mətnlərin qurulması və mənim bayaq qeyd etdiyim tapşırıq tiplərində oxunulmuş və ya dinlənilmiş mətnin təxəyyülə uyğun genişləndirilməsi və dəyişdirilərək yazılması. Bu da şagird mövqeyindən maraqlı tapşırıq tiplərinin və eyni zamanda yazı bacarığının formalaşmasında ən gözəl vasitələrdən biridir. Növbəti slaytlar salsaq, burada da biz yenə birinci sinifdəkinə bənzəyir. 5 dəqiqə istəyirəm, slayd dəyişsin, gözləyin zəhmət olmasın. Bunu sadə əməli yazılara aiddir bu. Anket açıqca. Bunlar hələ birinci sinifin standartlarıdır bunlar, elə deyil mi? Artıq 5-ci sinifin standartları. Bu 5-i vermişsiniz. Qarşısında bir rəqəmi qalıb, ona görə çaşdırıcı olmasın deyə vurğuladım. Bir sonraki slaydda olmalıdır. Keçək o birisinə. İkinci sinifə zəhmət olmasa keçək. Bəli, burada. Standartlar elə bir slaydda qalıb. Bəli, burada. Bəli. Görünür, ekranda görünür, bəli. Aysan, burada fikrini oxucuya dəqiq və məqsədli çatdırılma, yazısında məlumatların mətnin abzas və hissələri üzrə strukturlaşdırma. Bayaq demişdik, struktur məsələsinə toxunma. Şagird bunu ibtidai siniflərdən keçib. 5-ci sinifdə də müəyyən qədər bu bacarıqlar şagirddə formalaşır. Məsələn, deyək ki, kompozisiya haqqında biliklər. Bu, bəzən müəllimlər düşünür ki, bu çox çətin olar falan, amma şagirdlərə bunu sadə formada, deyək ki, məsələn, mən 6-cı sinifdə ilk mətnlərdən biri idi. Bunu sadə formada ifadə eləyəndə şagird artıq digər mətnlərdə yavaş-yavaş bunu tapa bilir. Bu formalaşdırmaq elə bir çətin məsələ deyil. Əsas odur ki, şagird bunu formalaşdırır, bunu yazıya köçürür. Mətnin bu hissəsini yaz, giriş hissəsini yaz və yaxud da ki, final hissəsini yaz, informativ mətn ola bilər, onun hansısa bir hissəsini strukturlaşdıra bilər şagird müəllim dəstəyi ilə. Bəli. Növbəti slaydda da 5-ci sinifin digər standartlarını göstərir. Burada da yazı normasından danışdıq, bayaq dedik, dil qaydalarına inteqrasiyadır. Ümumiyyətlə, yazıda 1-ci sinifdən 11-ə qədər dil qaydalarına ayrı verilə bilməz bu. Bir yerdə də inteqrasiyadadır. Ədəbi dilin norması dedikdə şagirdin 1-dən 5-ə qədər keçdiklərinə aiddir bu. 1-dən 5-ə qədər nə keçibsə, orfoqrafiya ilə bağlı, punktasiya ilə bağlı, qrammatika ilə bağlı bunlara riayət eləmək tələb olunur. Və bir sonraki slayda da nəzər salaq. Mikrofonunuzu... İcazə versək, açdım. İcazə versəydiniz, kiçik bir qeyd edərdik. Günel xanım, deməli, fən daxili inteqrasiyadan danışdı. Deməli, dil qaydalarını biz bayaqları artıq əvvəldə qeyd etdik ki, istəyir şifahi nitqdə, istəyir yazılı nitqdə tətbiqi və onların əridilərək bir-birindən öyrədilməsi, bundan əlavə oxuyub anlamanın yazı ilə ölçülməsi, bunlar hamısı fən daxili inteqrasiyanı riayət edirik, fən daxili inteqrasiya bunları etməklə biz. Bundan əvvəl Günel xanım həmçinin təbiət fənni ilə və Azərbaycan dili fənnindəki tapşırıqlardan danışdı. Bu da həmçinin ümumiyyətlə Azərbaycan dili o tip fənlərdəndir ki, onun formalaşdırdığı bacarıqlar hər yerdə istifadə olunur. Biz plakat yazmağı, elan yazmağı öyrədirik və digər fənlər lazım gələndə şagirdlərin o bacarığından istifadə edərək müxtəlif layihələrin tərtibində, müxtəlif tapşırıqlarda bu bacarıqlardan istifadə edirlər.
Bu digər fənlər üçün fəndaxili inteqrasiya hesab edilir. Üstəgəl biz öyrətdiklərimizi həyatda hansı məqamda istifadə edəcəyik, o tip tapşırıqlar da şagirdlərə verəndə, şagirdlərdə də həyati bacarıqlar, yəni həyatla inteqrasiya formalaşdırırıq, yəni onlarda bu anlayışı yaradırıq ki, bu ümumiyyətlə dil fənninin əsasında dayanan fəaliyyətlərdir. Müdaxilə etdim, üzrlü bilin. Buyurun, davam edək. Təşəkkür Dediniz- edirəm Aynur xanım. Da əks olunub. Yəni ona aid nümunələr daha doğrusu əks olunub. Bir dənə ora baxaq. Burada məsələn deyək ki, şagirdlərin 3-2-3 aça bilərsiniz zəhmət olmasa. 3-2-3. Ayson. Burada eynən Aynur xanım vurğuladı çox doğru olaraq. Məqsəddən asılı olaraq, məsələn, şagirdin poster yazması, reklam vərəqi yazması, elan, təlimat və s. Bununla da bağlı tapşırıq tipləri var. 5-ci sinif dərsliyində var. Yemək reseptinin yazılması, xarici turist üçün reklam vərəqinin hazırlanması. Deyək ki, o Bakını nəyə görə tanıyır? Bu çox maraqlı bir iş formasıdır. Bunu da mən sinifdə keçirmişəm. Keçən 5-ci sinif dərsliyində buna aid tapşırıq var idi. Bu nümunədir. Təbii ki, standartda verilən şərh nümunədir. Bunu müəllim müxtəlif formada həyata keçirə bilər. Cürbəcür elan, təlimat şagirdin yaşına uyğun, sinifinə uyğun keçirilə bilər təbii ki. Aydındır. Çox sağ olun. Və Bunu yekunlaşdırın fikrinizi, sonra bir tapşırıq nümunəsinə bağlı fikrinizi soruşacağım. Buyurun. Burada da bayaq təqdimat məsələsinə toxundu Aynur xanım. Doğrudan çox vacib bacarıqlardan biridir. Təqdimat ümumiyyətlə dərslərdə danışma ilə bir yerdə inteqrasiya olunur, yəni danışmadan ayrı təsəvvür edə bilmərik. Şagird bunu hər hansı bir təqdimatı yazır, yazılı şəkildə, sonra onu məsələn şifahi şəkildə təqdim edə bilər və burada 3-2-4-də də əldə etdiyi məlumat əsasında sadə təqdimat materialı hazırlamaqdır. Burada məsələn nümunə verilib. Açar sözləri şagird qeyd eləyir və yaxud da vacib məqamları qeyd eləyir və bunların da hər birinin tapşırıq formasında bayaq qeyd etdiyim kimi müntəzəm olaraq, sistemli şəkildə, rəy verilərək keçirilməsi şagirdlərdə bu bacarığın formalaşmasına təsir göstərir və müəllimlər təbii ki, ilin sonunda və yaxud da hansısa müəyyən bir sinifin sonunda bu nəticəni ala biləcəklər. Təşəkkür edirəm, çox sağ olun. Xüsusilə ibtidai siniflərdə, beynəlxalq kurikulumlarda belə bir tapşırıq nümunəsi ilə tez-tez rastlaşmışam mən. Sizlər də təcrübənizdə görmüsünüz. Birinci, ikinci sinif şagirdlərinə, daha doğrusu yazmağı bacardıqdan sonra da artıq cümlələr qurub yaza bilirsə, təxminən ikinci, üçüncü siniflərdə oxuduqları kiçik kitabın qısa xülasəsini istəyir müəllimlər onlardan. Hətta bunun üçün xüsusi bir vərəq hazırlanır, orada ya obrazlar xəritəsi verilir və yaxud hekayənin strukturuna aid şagirdə kömək edəcək hissələr yazılır və s. Amma bundan çox tez-tez istifadə edən beynəlxalq kurikulumla işləyən müəllimləri mən təcrübəmdə görmüşəm. Belə bir bacarıq sizcə ibtidai sinifdə nə dərəcədə əhəmiyyətlidir, faydalıdır və şagirdlərdə hansı bacarığı formalaşdırır? Aynur xanım, mümkünsə siz cavablandıra bilərsinizmi ibtidai siniflərlə bağlı? Xülasənin yazılmasından Oxumuş olduğu bəli hekayənin qısa xülasəsi və yaxud onunla bağlı təəssüratları ya da hekayə xəritəsi, belə bir tapşırıqlar. Baxın, gəlin bizim dilimizdə xülasə ümumiyyətlə dilçilikdəki xülasə beynəlxalq termin dünyadakı xülasə ilə bir qədər fərqlənir. Biz xülasə deyəndə daha çox ümumiləşdirmə filan nəzərdə tuturuq. Bəli, biz bunu əgər nəzərdə tuturuksa, ümumiləşdirmə. Biz bunu birinci sinif şagirdindən yazılı şəkildə istəyiriksə, bəli, biz bunu belə deyək də, qismən istəyə bilərik, amma birinci sinifin sonuna doğru, haradakı şagird artıq sərbəst şəkildə yazı yaza bilir və s. və ilaxır. Amma bunu biz şərt kimi, fəaliyyət kimi qabağımıza qoya bilmərik ki, illah da uşaq bunu yüksək səviyyədə yazmalıdır. Əlbəttə, qiymətləndirmə aləti kimi yox. Bəli, informasiyanın ümumiləşdirilməsi üçün ki, mən burada hansı hissləri keçirtdim, şagirdin fikrini ifadə etmək bacarığını formalaşdırmaq üçün, fikri ümumiləşdirmək bacarığını formalaşdırmaq üçün bunu istifadə etmək, amma bu çox sadə bir şəkildə, çox sadə şəkildə olmalıdır. Ona görə ki, yəni şagird hələ
belə deyək də, birinci sinif uşağı təsəvvür ki, 6 yaşında uşaqdır da. Yəni o daha dərin fikirlər, dərin ümumiləşdirmələr apara bilməz. Amma öz belə miqyasında özünün bacardığı qədər 2-3 cümlə ilə öz emosiyalarını ifadə edə bilər. Ki, əslində kiçik belə addımlarla bu olunsa, yenə də ikinci yarım il daha doğrusu sonuna doğru bu mümkündür. Amma bu cür tapşırıqlar daha çox 2-ci sinif və 3-cü sinifdən yuxarı olanda daha səmərli olur. Bir də bunu qeyd etmək istərdim ki, Günel xanım da bunu qeyd etdi. Tapşırıqların, məsələn, bəzən cümlədə, standartda tələb, fəaliyyət çox, məsəl üçün, böyük səslənə bilər. Amma onun icrası vaxtı belə deyim də, müəllimin icrasından asılıdır ki, onu şagirddə çox çətin də icra etmək mümkündür, çox asan da. Məsələn, biz nəqli xarakterli mətn, informativ mətni 1-ci sinifdə də veririk, 2-ci sinifdə də veririk və 11-ci sinifdə də veririk. Müəllimlər çox vaxt ki, uşaq bunu necə yazsın və yaxud bunu necə formalaşdırır, belə deyək də, informativ mətn necə versin. Bu mümkündür. Hər şey şagirdin yaş səviyyəsinə uyğun verilən mövzudan və şagirddən olunan tələbdən asılıdır. Əlbəttə, biz 11-ci sinifdə yazılan informativ mətnlə 1-ci sinifdə olan informativ mətni eyni səviyyəyə, eyni tərəziyə qoya bilmərik. Sadəcə ilk addımların atılması aşağı siniflərdən bu mütləq şəkildə aparılmalıdır. Çox sağ olun, Elxan, təşəkkür edirəm. Günel xanım, belə bir sualımız var müəllimlərdən. Yazı bacarığının formalaşdırılmasında söz ehtiyatının rolu haqqında əslində rəy kimi bildirib, amma sizin fikriniz necədir? Bayaq əslində təqdimatda toxundunuz buna, siz də Aynur xanım da. Söz ehtiyatı ilə yazı bacarığının tənasibliyi necədir? Nə dərəcədə düzgün tənasibdir bu bacarıqlar bir-biri ilə? Yəni bəlkə də bunu belə ölçməyimiz mümkün olmaz, amma mən məsələn nümunə olaraq deyə bilərəm ki, bax keçdiyimiz bütün oxu mətnlərində söz boğçası var və yaxud da ki, çətin sözlərin izahı var. Mətni oxuduqca bu sözlərin müzakirəsini aparırıq. Ya şagird lüğət vasitəsilə bunu əvvəl təxmin eləyir, lüğət vasitəsilə dəqiqləşdirir. Hər oxu mətni keçdikcə bu şagirdin söz ehtiyatını artırır. Və bunu sonra hər hansı bir formada yazı bacarığında da o bildiyi, yadında qalan sözləri yazısında tətbiq edir. Bax, bu baxımdan mən istərdim ki, o oxuda verilən sözlər var. Həmin sözlər diqqətə alınsın, şagird o sözləri istifadə eləsin, onların mənasını başa düşsün, yadda saxlasın, əzbər yolu da yox, kontekstdə işlətmək və s. Bax, bu baxımdan bu sonra yazı bacarığında da özünü göstərir. Aydındır. Yəni nə qədər çox oxusa, nə qədər çox söz bilsə, təhlil etsə, kontekstdə o sözləri görsə, o qədər də yazı bacarığına müsbət təsir edəcək düşünürsünüz. Təşəkkür edirəm. Aynur xanım, əlavəniz var bu mövzuya? Sizin üçün başqa bir sual da verəcəm, çünki açmışkən mikrofonunuzu buyurun. Bu mövzuya əlavəm yox, sadəcə yeri gəlmişkən, belə deyək, daha doğrusu ki, adıma düşmüşkən, belə bir qeydi də deyim. Baxın, bəzi terminlər var ki, məsəl üçün, onlar bizə bayaq qeyd etdim xülasə, sonra məsəl üçün tezis kimi məsələlər, terminlər var ki, onlar bizdə artıq belə müəyyən bir formada qəbul olunur. Məsəl üçün, əvvəllər biz tezisi fikrimizi ifadə etmək üçün, məsələn, açar sözlərin yazılması və yaxud ümumiləşdirməni aparmaq üçün hər hansı bir yazı forması kimi qəbul edirdik. Amma əslində isə tezis, belə deyim, sübut olunması lazım olan bir fikirdir. Adətən məqalələrin əvvəlində yəni tezis verilir və sonra məqalənin içərisində həmin tezisi dəstəkləyən arqumentlər, eyni zamanda ona əksi arqumentlər verilir və bunlar hamısı belə deyək də və nəticə etibarilə sonunda biz bu tezisin doğru olub olmadığını oxucuya çatdırırıq. Müəllimlər məsəl üçün bu məsələlərə də diqqət yetirsələr yaxşı olar ki, yəni terminlərin belə deyək, düzgün şəkildə şagirdlərə çatdırılması məsələsinə, məsələn, çox yaxşı olardı ki, yəni gözlənti budur, düzdür, biz bunu müşahidə etmirik, çox az müşahidə edirik daha doğrusu. Çox yaxşı olardı ki, müəllimlər ümumiyyətlə fənn kurikulumunun giriş hissəsini oxusunlar. Bu çox faydalıdır. Və yaxud standartlar bitəndən sonraki
ümumi məlumatlar var, metodik tövsiyələr var, qiymətləndirmə ilə bağlı, inteqrasiya ilə bağlı hissələr var. Onların hamısını mütləq şəkildə oxusunlar və tanış olsunlar ki, bu çox faydalıdır. Oradan yəni özləri üçün çox faydalı məlumatlar əldə edə bilərlər. Məsələn, bu dəfə qiymətləndirmə meyarları, müxtəlif fəaliyyətlər üzrə qiymətləndirmə meyarları da kurikulumda öz əksini tapıb. Yəni müəllim tutalım qiymətləndirmə meyarı çıxarmaqda çətinlik çəkirsə, kurikulumdan istifadə edərək bu meyarları dərsində istifadə edə bilər, ölçməyə tətbiq edə bilər. Bu nöqteyi nəzərdən yəni müəllimlərin kurikulumdan yaxından tanış olmasını tövsiyə edirik. Bəli, çox böyük arzumuzdur ki, kurikulum sənədi bizim müəllimlərimizin stolüstü kitabçasına çevrilsin, həmişə əllərin altında olsun. Bəlkə bizdə dərsliklərin, vahid dərsliyin olması və dərsliklərdə demək olar ki, tamam əhatəliliyi kurikulumun müəllimlərdə biraz o cəhətdən tənbəllik yaradır. Xüsusilə yeni nəsil dərsliklərdən söhbət gedir. 1-ci sinifdən 5-ci sinif daxil olmaqla hal-hazırda kütləvi şəkildə istifadə olunan dərsliklər məhz yeni kurikulum standartlarına müvafiq hazırlanıb. Amma dərslik hər nə qədər təkmil olsa da, ondan istədiyinizi tapa bilsəniz də, hörmətli müəllimlərimiz, kurikulum sənədi biz müəllimlər üçün bir yol xəritəsidir. Şagirdlərimizi hardan hara aparacağımızı, bizdən dövlətin nələr gözlədiyi, bu şagird hansı bacarıqları formalaşdırmamız gərəkdiyini göstərən çox konseptual bir sənəddir, amma həmçinin çox aydın şəkildə yazılmış bizim üçün bir yol xəritəsidir. Aynur xanım, sizə sualımı vermək istəyirəm. Bir müəllimimiz soruşur ki, yazı bacarıqlarının qiymətləndirilməsi necə olmalıdır? Qiymətləndirmə meyarları necə formalaşdıraq? Ümumiyyətlə, qiymətləndirmə bilirsiniz ki, müəllimlərimizin bir qədər çətinlik çəkdikləri məqamdır və xüsusilə də yazının qiymətləndirilməsi. Bununla bağlı nə tövsiyələriniz var? Baxın, biz belə deyim, əvvəlki fəaliyyətlərdən, əvvəlki kurikulumlardan bu 2013-cü ilin kurikulumunu nəzərdə tuturam da, ənənəvi kurikulumlardan danışıram. İslahatdan əvvəlki dövrdən danışıram. Adətən biz belə öyrənmişdik ki, imlanı, nə bilim, 3 orfoqrafik səhv, nə bilim, 2 durğu işarəsi səhv varsa biz ona 4 yazırıq və yaxud 5 yazırıq. Kəsb xətti ilə qiymət yazırdılar bizə. Və yaxud ifadədə, inşada müəllimin məzmun ayrıca qiymətləndirilirdi, qrammatika ayrıca qiymətləndirilirdi, amma bunun yəni həmişəki kimi bu ümumiyyətlə ümumi qiymətləndirmənin problemi idi ki, nəyə görə 4, nəyə görə 5, bu sadəcə belə deyim də əlahiddə bir normativlər əsasında verilmişdi ki, 2 dənə üslub səhvi varsa, deməli biz məzmundan qiymətini aşağı salmalıyıq şagirdin. Bu necə deyim sizə, normativ əsasında aparılan qiymətləndirmə idi, amma bizim indiki qiymətləndirməmiz formativ qiymətləndirmədir və formativ qiymətləndirmədə şagirdin fəaliyyəti Günel xanımın bayaq qeyd etdiyi kimi onun müsbət və çatışmayan tərəflərini qeyd etməklə aparılmalıdır. Rəy şəklində yazılmalıdır ki, verilməlidir ki, məsələn, yazının müsbət tərəfi hansıdır? Məsələn, argumentativ yazıdırsa, gətirilən argumentlər tezisi təsdiqləyir və yaxud əks argumentin gətirilməsi fikrin çatdırılmasını daha da üstün edir və s. Bu şəkildə, yəni qeydlərlə, əks əlaqə ilə, müəllimin verdiyi əks əlaqə ilə formativ qiymətləndirmədə bu aparılmalıdır. İndi müəllim soruşa bilər ki, məsələn, bəlkə mən KSG-də sualların birini mütləq şəkildə, məsəl üçün, ya imla, ya esse, ya hər hansı bir yazı yazdırmaq və onu qiymətləndirmək istəyirəm. Belə olan halda da yenə də meyarlar, məsəl üçün siz o yazıda nəyi yoxlayacaqsınız? Fikrin təqdim ifadə edilməsi, əsaslandırmanın olması, orfoqrafiya, punktuasiya, cümlə strukturları, bunlar hamısı açıq şəkildə şagirdə verməlidir və KSG-də və yaxud da ki, BSG-də həmin o yazılar ki, qiymətləndirmək ki, biz meyarlar əsas aparırıq, biz bunu kəmiyyətə çevirmək məcburiyyətindəyik və orada artıq hər meyarın özünün bir kəmiyyət balı verilib, ona uyğun şəkildə qiymətləndirmə aparılmalıdır. Bir sual da ola bilər ki, məsələn, olarmı ki, biz KSG-ni yalnız imla, yalnız inşa, yalnız ifadə şəklində aparaq? Bunun bir mənalı olaraq cavabı xeyr olmazdır. Ona görə ki, biz KSG-ni müəyyən bir belə deyim də dövr müddətində şagirdlərdə formalaşdırdığımız bacarıqların ölçülməsi məqsədi ilə aparırıq.
və biz həmin dövrdə yalnız şagirdin yazı bacarığını formalaşdırmamışıq axı, düzdürmü? Biz oxuyub anlama ilə bağlı işlər görmüşük, dinləyib anlama ilə, danışma ilə işlər görmüşük. Hə, danışmanı biz KSG-də indiki halda hələ ölçə bilmirik, amma dinləyib anlamanı, yazını, oxuyub anlamanı, dil qaydalarını biz ölçə bilirik. Yəni KSG bütün bu bacarıqların hamısını əhatə etməlidir. Belə olanda artıq köhnə yanaşmalı qiymətləndirmənin həyata keçirilməsinə ehtiyac da yaranmır. Formativdə bu əks əlaqə ilə verilir. Yazının müsbət tərəfləri, uğurlu tərəfləri və çatışmayan tərəfləri. KSG-də və yaxud BSG-də siz tapşırıqlardan birini əgər kiçik, az sayda sözlə hər hansı bir mətnin ifadəsinə vermək istəyirsinizsə, bu lazımlıdır. Nəinki icazə veriləndir. Bu mütləq şəkildə olmalı olan bir məsələdir. Orada da siz nəyi ölçəcəksiniz? Bu dövr ərzində şagirddə nəyi formalaşdırmışsınız yazı bacarığından? Həmin bacarıqlar əsasında meyarlar çıxardıb, onu artıq kəmiyyətə çevirib qiymətləndirmə aparırlar müəllimlər. Bəli, şagird o tapşırığı cavablandırarkən meyarlardan məlumatlı olmalıdır ki, hansı məqamlara, bəli, əvvəlcədən məlumatlı olmalıdır ki, məhz o məqamlara diqqət etsin ki, onun qiyməti yüksək olsun. Yoxsa şagirdlərimiz çəkinirlər yazılı tapşırıqlardan bilirsiniz də və qiymətlərin aşağı düşməsinə və narazılıq səbəb olar. Slaydı dayandırırıq, artıq qalan bir-iki sualı da verib yekunlaşdırmaq istəyirik. Çox sağ olun ətraflı cavab üçün Aynur xanım. Biz, hörmətli müəllimlər, hansı sualları burada cavablandıra bilmədiksə, onu elə rəylərdə sizin sualınıza cavab olaraq cavablandıracağıq. Fəal olduğunuz üçün, suallar verdiyiniz üçün, rəylər yazdığınız üçün təşəkkür edirik. Və bu görüş eyni zamanda səhifədə qalacaq. Təhsil İnstitutunun YouTube səhifəsində, Facebook səhifəsində istədiyiniz zaman baxıb verilən suallara cavabları və yaxud hörmətli məruzəçilərimizin təqdimatlarındakı məqamlara diqqət edə bilərsiniz, təkrar baxa bilərsiniz. Əgər başqa suallar, məncə qalan bir-iki sualı biz rəy olaraq cavablandırarıq Aynur xanım. Axşam saatında müəllimlərimizin daha çox vaxtını almayaq. Mənim suallarım bu qədər ümumilikdə. Sizin əlavəniz varsa qısa bir yekun fikir olaraq və onunla da biz görüşümüzü yekunlaşdırırıq. Buyurun. Mənim fikrim, bayaqki fikrimi mən təkrarlayacağım daha doğrusu. Yəni tövsiyəmiz odur ki, müəllimlər fən kurikulumu ilə çox yaxından tanış olsunlar. Yaxından tanış olmaq o demək deyil ki, standartları bir-bir oxumalıdırlar, onların inkişaf xəttini izləməlidir. Bunu da edə bilərlər. Sadəcə müəllimləri çox da diskomfort etməmək üçün bu fikri səsləndirirəm. Yəni sənəd özü çox böyük görünür, bu görünməlidir də. Çünki 11 sinifin 3 təhsil səviyyəsi üzrə standartları orada öz əksini tapıb. Yəni standartlar hissəsini belə deyək, sinif-sinif keçərək oxusaz belə, tətbiq etsəz belə, standartlara qədər olan giriş hissəsini, lazımlı məlumatlar məhz orada öz əksini tapıb. Və standartlardan sonraki məlumatlar, metodik tövsiyələr, qiymətləndirmə, inteqrasiya, ən azı bu hissələrlə tanış olsanız və siz özünüz görəcəksiniz ki, bu sənəd həqiqətən sizin üçün nə qədər faydalı, praktik, nə qədər əlçatan, nə qədər aydındır. Adətən insana o məsələ, o proses, o informasiya çətin görünür ki, adam özü onu oxumayıb, tanış deyil və kənardan sadəcə informasiyalar gəlir. Siz özünüz bu sənədlə tanış olsanız, o nə qədər faydalı onu görəcəksiniz. Xahişimiz, gözləntimiz odur ki, sənədlə yaxından tanış olasınız. Sinifdə gördüyünüz fəaliyyətin mahiyyətini və məqsədini anlayaraq şagirdlərə çatdırasınız. Yəni, onlara da anlaşıqlı dildə şagirdlərə çatdırasınız ki, işimiz səmərəli olsun. Hamıya uğurlar. Təşəkkür edirəm Aynur xanım. Çox sağ olun. Günel xanım, buyurun. Mən də təşəkkür edirəm. Bu cür webinarların keçirilməsi həm müəllimlərə bəzən Aynur xanım dediyi kimi sənəd uzun müddət ictimai müzakirədə olub ART-nin səhifəsində. Sənədi açanda çox görünür, yazılar falan bəzən çox çətinləşmiş kimi gəlir, amma valla inanın ki, bu daha sadələşmə yönündədir, müəllimlərə dəstək yönündədir. Mən də o məqama vurğulamaq istərdim ki, standartın altındakı şərhi oxumaq, tapşırıq nümunələrinə baxmaq müəllimlərə daha çox aydınlıq gətirəcək ki, əslində istənilən nədir, qoyulan tələb nədir və hər bir müəllimə bu çətin yolda, şərəfli yolda uğur arzu edirəm. Təşəkkür edirəm. Gecəniz xeyrə qalsın.
Mən hər ikinizə təşəkkür edirəm və hörmətli müəllimlərimiz, sənədin linkini, keçidini biz şərhə də yerləşdirəcəyik. Təhsil İnstitutunun səhifəsində də var, həmişə oradadır və çox istərdik ki, hörmətli müəllimlərimiz, siz bu sənəddən istifadə etdikcə rastlaşdığınız çətinliklər və yaxud əksinə sizin çox işinizə yarayan və sizi daha tədrisi effekt təşkil etməkdə faydası olan alt standartlarla bağlı, çətinliklərinizlə bağlı rəylərinizi, təkliflərinizi, iradlarınızı istər Təhsil İnstitutunun rəsmi ünvanına göndərə bilərsiniz, istər bizim bu webinarların altında şərh kimi soruşa bilərsiniz, yaza bilərsiniz və biz çox böyük məmnuniyyətlə istər şöbəmiz tərəfindən, istərsə müəlliflər tərəfindən bu suallarını cavablandıracaq və çətinlik məqamlarla bağlı ya əlavə webinarlar təşkil edəcək, ya da elə yerində suallarınızı cavablandıracağıq. Çox sağ olun bizimlə olduğunuz üçün bu saat yarımda. Mən həm sizlərə, hörmətli qonaqlarımız, həm də izləyicilərimizə təşəkkür edirəm. Gecəniz xeyrə qalsın. Gecəniz xeyrə qalsın. Sağ olun.